Salam, hər vaxtınız xeyir olsun, hörmətli tamaşaçılar. Aprelin 3-ü, həftənin cümə günü hər birinizi xoş gördük. Yenə 90 dəqiqə ərzində ən son sosial gündəmlə qarşınızda olacaq. Bəli, bir-birindən maraqlı süjetlər sizi 90 dəqiqə ərzində gözləyir. Gözünüz bizdə olsun. Veriliş boyunca sizi sosial gündəmin bütün sferalarını əhatə etməyə çalışmışıq və bu səpkidə təbii ki, bu istiqamətdə müxtəlif maarifləndirici, həm də sizin diqqətinizi çəkə biləcək süjetlər hazırlamışıq. Həmçinin bir sıra vacib, yeni xəbərlərimiz də var. O sizin diqqətinizə çatdırılacaq bu 90 dəqiqə ərzində. Bəli, həmkarımın da qeyd etdiyi kimi cəmiyyətin gündəlik həyatına toxunan, hər kəsə düşündürən mövzularla yenə qarşınızdayıq. Ənənəmizə sadiq qalaraq ilk əvvəl anonsu eşidək, sonra müzakirə edərik. Çıxarışsız evlərə qaz çəkilə bilər. Minlərlə vətəndaşın illərdir gözlədiyi arzusu reallaşmaq ərəfəsindədir. Xətai rayonunda çökən eyvan. May aylarından çatları mən aşkar elədim. Sakinlərə təhlükə yaradan eyvanla bağlı hansı tədbir görüləcək? Stomatoloji xidmətlər pulsuz ola bilərmi? Həm pasientlər üçün çox daha rahat olar, həm də ki, həkimlərin işləməsi daha rahat olar. Xidmətin icbari tibbi sığorta sisteminə salınmasına nə mane olur? Ət bazarında müşahidə olunan səssizlik və bu fonda qida təhlükəsizliyi, fermadan süfrəyə qədər baş verənlər, canlı müzakirəmiz olacaq. Həyatı 2x sürətində yaşamaq trendi, vaxta qənaət yoxsa psixoloji problem? Hər şey çünki planlamadan başlayır iş mühitində. Videoları və səs yazılarını niyə 2 dəfə sürətləndiririk? Bəli, kifayət qədər gündəmə əhatə etməyə çalışmışıq. Bu və digər xəbərlər, anonsda gördüyünüz xəbərlərlə yanaşı digər xəbərlərdə sizin ixtiyarınızda olacaq. Bəli, məlum məsələdir ki, çıxarışsız evlərin qeydiyyata düşməsi, hüquqi və neçə vətəndaşlarımız üçün çox əhəmiyyətli bir mövzudur. Bir neçə gündür belə məsələ müzakirə olunur ki, yəni bu çıxarışsız evlərə qaz çəkilə bilərmi? Ümumiyyətlə, həqiqətən də görəsən bu təşəbbüs nələrə təsir edə bilər? Bununla bağlı maraqlı reportajımız olacaq. Eyni zamanda onu da qeyd edək ki, bir sıra sosial mövzuda, sosial məsələlər var ki, onları işıqlandırmağa çalışmışıq qaynar xəttimizə gələn müraciətlərlə bağlı. Elə onlardan biri də Xətai rayonunda çökən eyvanla bağlıdır. Çox maraqlı süjetdə elə maraqlı müzakirəmiz olacaq. Bəli, həmçinin Azərbaycanda pullu yolların siyahısına daha biri də əlavə olub. Bu hansı yoldur? Həmin yolun pullu olması ilə bağlı xəbərimiz var. Diqqətiniz bizdə olsun. İrəliləyən dəqiqələrdə bu xəbəri sizin diqqətinizə çatdıracaq. Həmçinin təhlükəsizliklə bağlı avtomobillərdə yanğın məsələsi, Nərimanov rayonunda kanalizasiya probleminin aradan qaldırılması haqqında da bir xəbərimiz var. Odur ki, diqqətiniz bizdə olsun. Bəli, eyni zamanda elə icbari tibbi sığorta zərfinə hansı xidmətlər daha da əlavə oluna bilər? Bu məsələlərdən biri də stomatoloji xidmətlər məsələsidir ki, bu da hər kəsi düşündürən. Çünki nəzərə alsaq ki, qiymətlər günü-gündən, bu xidmətlərin qiyməti günü-gündən artır və təbii ki, buna da ehtiyac var. Görəsən, doğrudan da stomatoloji xidmətlər pulsuz ola bilərmi? Nədənsə qonşu ölkələrlə müqayisədə bizdə hər zaman belə bir, bilməm, stereotip mi? Təbii ki, mən araşdırmamışam. Yəni, deyilənlər əsasında bu fikrimi çatdırmaq istəyirəm ki, qonşu ölkələrlə nisbətdə bizdə stomatoloji xidmətlərin qiyməti daha ucuzdur. Amma o gün sosial şəbəkələrdə bir video çarx qarşıma çıxdı, bir bloger idi, təbii ki, səyahət blogeri idi. O göstərdi ki, Vietnamda bizdə daha da ucuzuymuş, yəni müqayisə eləmək imkanım oldu orada. Avropa ölkələrində bir qədər bahadır. Avropa ölkələri, MDB ölkələrinin bəziləri, məsələn, qonşu Türkiyə və s. və ilaxır bu ətraflarda, bu qonşuluğumuzda stomatoloji xidmətlərin qiyməti bizə nisbətdə bahadır. Bəli, yəqin siz elə müşahidə eləmişsiniz, yaxın tanışlardan olur ki, bir də görürsünüz xarici ölkədən məhz diş müayinəsinə görə gələnlər az deyil. Bəli, davam edirik, hörmətli tamaşaçılar. Elə qaynar xəttimizi xatırlatma eləyək. 010-230-40-40 nömrəli qaynar xəttimiz var, bilirsiniz. Gün ərzində həm də elə veriliş boyu zəng vuraraq öz müraciətlərinizi edə bilərsiniz. Eyni zamanda WhatsApp və Telegram ünvanlarına da yaza bilərsiniz. Səsli və ya video mesaj göndərmək imkanınız da var. Proqramımızı həmçinin İctimai Televiziyanın mobil əlavəsi olan İctimai TV mobildən də izləmə imkanınız var. Xəbərimiz var verilişi İctimai Televiziyanın YouTube səhifəsində də
hazırda canlı yayımlanır. Təbii ki, hər verilişdə olduğu kimi sizə ünvanladığımız sualı ekranda gördüyünüz bax bu QR koddan istifadə etməklə YouTube üzərində səs vermədə iştirak edərək cavablandıra bilərsiniz. Bax, bu QR kodu skan edə bilərsiniz artıq indidən. Bəli, QR koddan söz düşdüsə, deməli günümüzün sualını da artıq elan etməyin vaxtıdır. Bugün sizə təqdim edəcəyimiz sualımız budur. Apteklərdə təklif olunan əvəzedici dərmanlara münasibətiniz necədir? Sizə 3 meyar təqdim eləmişik. Fərq eləmir deyənlər ilk cavabı seçə bilər. Həkimlə məsləhətləşənlər ikinci cavabı seçə bilər. Heç vaxt almıram, yəni heç vaxt əvəzedici dərmana üstünlük verməyən, ancaq həmin həkim hansı dərmanı yazıbsa, məhz o dərmanı seçən insanlar isə üçüncü cavabı seçərək səs vermədə aktiv iştirak edə bilərsiniz. Bu da tez-tez qarşılaşdığımız bir haldır. Təbii ki, bununla bağlı da bizim araşdırmalarımız onu göstərir ki, belə hallar tez-tez yaşanır. Yəni, vətəndaşlara, apteklərdə əczaçılar müxtəlif formalarda, yəni reseptə yazılan dərman əvəzinə... Tərkibini eyni olaraq... Mən sizə digər dərman təklif eləyə bilərəm. Yəni, burada bilməm, marketinqdimi, yəni bazar iqtisadiyyatı və s. və əlaxır, yəni başa düşülür ki, digər tərəfdə öz iqtisadi maraqlarını güdür, əczaçı da digər öz iqtisadi maraqlarını güdür burada. Yəni, inanmırıq, amma nəticədə burada insan sağlamlığı, insan faktoru burada önə çıxır. Bəli, elə bu sualı... Bəlkə həkim məsləhət bilib, əczaçının təklif edir, yanlış ola bilər və yaxud da həkimin yazdığı yanlış ola bilər, əczaçı ola bilər də təbii ki. Həkimin səhvini anlaya bilər ki, yəni bunun yerinə mən sizə bunu versəm daha yaxşı olar. Və yaxud da ki, bu yoxdur, gəlin mən sizə X dərman yox, Y dərmanını verim və yaxud belə də qiymət siyasəti ola bilər. Qiymət siyasəti burada, yəni bəzi vətəndaşlar üçün əsas meyar həmin dərmanın əlçatan olmasıdır və yaxud da qiymətinin ucuzluğu. Yəni, bəziləri üçün fərqi yoxdur, amma bəziləri də digərlərdə elə sağlamlıq riskini nəzərə alır və həmişə həkimlə məsləhətləşməyə Bəli, ona görə də hörmətli tamaşaçılar, sizdən soruşuq ki, apteklərdə təklif olunan dərman əvəzedicilərinə münasibətiniz necədir? Bax, bu variantlar artıq sizin ixtiyarınızdadır, ekranda görürsünüz. YouTube üzərindən səs vermədə iştirak edərək prosesi icra edə bilərsiniz. Bəli, davam edir, hörmətli tamaşaçılar. Bugün Bakının Binəqədi və Xətai rayonlarının bir hissəsində qaz olmayacaq. Azərqazdan verilən məlumata görə saat 10-dan başlayan təmir quraşdırma işləri ilə əlaqədar Binəqədi və Məmmədəmin Rəsulzadə qəsəbələrində, mədən ərazisində, Baksol yolunda, Binəqədi şosesində, eləcə də Kənd Əhmədli yaşayış sahəsində, Məhəmməd Hadi və Neapol küçələrində qaz təchizatı müvəqqəti məhdudlaşdırılıb. Bəli, odur ki, qaz cihazlarınızı hər zaman bu xəbərdən sonra bir daha xatırlatmağı özümüzə borc veririk ki, nəzarətdə saxlayın. Odur ki, qəfil qazın verilməsi ilə ani qaz sızması yarana bilər. Mənzildə iyi hiss edirsəz, təbii ki, tez pəncərələri açın, havalandırmanı yüksək səviyyədə olmasına nəzarət eləyin ki, yəni ani bir partlayış, qaz sızması nəticəsində partlayışlar baş verməsin. Yəni, təbii ki, bu qazı olub, artıq profilaktik işlərlə bərabər bir neçə saat ərzində qazı olmayacaq xəbərini diqqətə çatdırdı. Ancaq elə insanlar da var ki, elə yaşayış yerləri də var ki, ümumiyyətlə orada heç qaz xətti də yoxdur. Ümumiyyətlə xətt var. Təbii ki, yaşayış binasının texniki göstəricili və s. sənədləri yerində deyil deyə qaz yoxdur. Bəli. Sənədsiz evlərin qaz məsələsinə başladı. Son günlər elə əhali arasında bələdiyyə sənədi və etibarnamə ilə çıxarışı olmayan evlərə qaz çəkiləcəyinin mümkün olacağı barədə məlumatlar yayılıb. Yayılan xəbərlərdə Azərqaz tərəfindən edilən dəyişikliklə bu normativin qüvvəyə minəcəyi ilə bağlı fikirlər səsləndirilir. İndi bu məsələ nə dərəcədə həqiqətə uyğundur? Əməkdaşımız Aysu İbrahimzadə araşdırıb gəlin baxaq. Baxaq. Son günlər ictimaiyyətin əsas müzakirə mövzularından biri məhz bu xəbərdir. Deyilənə görə artıq bələdiyyə sənədi və ya etibarnamə ilə, yəni rəsmi çıxarışı olmayan evlərə də qaz xəttlərinin çəkilməsi mümkün olacaq. Uzun illərdir mənzilini sənədləşdirə bilmədiyi üçün mavi yanacaqdan məhrum qalan vətəndaşlar var. Bizim mənzilimizin çıxarışı yoxdur, kupçası yoxdur, belə deyim. Biz qazdan istifadə edə bilmirik. 2 ildir ki, mən bu soyuq qışı qazsız keçirirəm, körpə qızım var və müraciət edəndə də mənə deyirlər ki, sizin mütləq şəkildə kupçavız olmalıdır, çıxarışınız olmalıdır, yoxsa biz sizi qazdan təmin edə bilmirik. İnanırsınız, radiator almışam, mənim evimə 259 manat işıq pulu gəlib. Yayılan xəbərlərin nə dərəcədə rəsmi əsasa söykəndiyi sual altındadır. Məsələyə aydınlıq gətirmək üçün aidiyyatı qurum olan Azərqaz İstehsalat Birliyi ilə əlaqə saxladıq. Bildirildi ki, hazırda sənədsiz mənzillərin qazlaşdırılması ilə bağlı hər hansı yeni qayda və ya qərar mövcud deyil. Sosial şəbəkələrdə yayılan və böyük maraq doğuran bu xəbərlər hələlik real xarakter daşımır.
Bələdiyyə sənədi və ya etibarnamə tam hüquqi mülkiyyət sənədi sayılmır. Mütəxəssislər belə deyirlər. Əgər belə bir addım atılarsa, bu yalnız xüsusi bir dövlət proqramı və ya Nazirlər Kabinetinin müvafiq qərarı ilə mümkün ola bilər. Lakin təhlükəsizlik normalarını da nəzərə almaq lazımdır. Çünki sənədsiz evlərin çoxu qaz xətlərinin yüksək gərginlikli naqillərin altında və ya tikintisi qadağan olunmuş zonalarda yerləşir. Bu isə kütləvi qazlaşdırmanı çətinləşdirən əsas amildir. Kimlərsə zəbt olunmuş ərazidə, uyğun olmayan ərazilərdə evlər inşa edərkən hansısa qurumlar buna göz yumub, problemi üst-üstə yığıb, yəni kumulyativ bir effekt yaradıbdılar. Uzun illər ərzində, bu bir ilin içində baş verməyib, 30 il, 40 il ərzində göz yumublar, kim harda necə gəldi evlər tikib və digər tərəfdən isə hansısa qurum göz yumubsa, bir digər qurum onun davamını gətirməyib, mülkiyyət hüququnu tanımayıb insanların. O səbəbdən də təhlükəli olduğu üçün və yaxud da qanuna müvafiq olmadığı üçün, məsələn, Azərqaz kimi qurumlar bura qaz verməkdən imtina ediblər. Mütəxəssislərin sözlərinə görə həm mülkiyyət hüququ, həm də təhlükəsizlik tələbləri nəzərə alınmadan belə bir addımın atılması mümkün deyil. Bu səbəbdən vətəndaşlara rəsmi mənbələrə inanmaq və təsdiqlənməmiş məlumatlara ehtiyatla yanaşmaq tövsiyə olunur. Nəinki fərdi evlər, hətta hündür mərtəbəli binalarda da, çox mərtəbəli binalarda da daha doğrusu qaz xəttinin verilmədiyi bəzi hallarda görür. Çünki həmin evlər müqavilə əsasında fəaliyyət göstərir, daha doğrusu var. Mövcudluğu müqavilə əsasında sübut olunur. Bəli, amma çıxarış olmadığına görə həmin o müqavilə ilə satılan evlərdə qaz verilmir. Bəzən elanlarda görürsünüz ki, bir neçə aya qaz veriləcək və s. və ilaxır belə elanlar da olur. Amma gəlin müzakirə edək, bu təşəbbüs nələrə təsir eləyə bilər? Görün nə qədər abonentin maddi cəhətdən asılılıqdan qurtulmasına, yəqin ki, sakinlərdən biri 259 manat aylıq istilikliyə görə ona kifayət qədər, yəni istilik qızdırıcını qoşduğuna görə o qədər pul gəlib. Yəni bu ailələr bu maddi yükdən xilas ola bilər, həm də ki, elə əmlakların sənədləşdirilməsində ilkin addım kimi bəlkə sonraki proseslərə daha təkan verə bilər, belə düşünürəm. Həm də elə siz dediyiniz kimi burada təhlükəsizlik faktoru da var. Yəni bu qaz rəsmi şəkildə çəkilsə qeyri-qanuni qoşulmalardan da... Qeyri-qanuni qoşulmalar o qədər olar, azalma var, məncə var. İndi tək-tük hallarda ola bilər. Standartlara uyğun olmayan qaz xəttləri. Bu kütləvi halıydı, xatırlayırsınız da yəqin ki. Bəli. Amma yəni həm də elə onu nəzərə alaq ki, qazın verilməsi bu cür evlərə, həm də elə onların qiymətinə də təsir edir. Amma mən düşünürəm ki, bu hüquqi bazada, hansı ki, Azərqaz da bildirir ki, əgər evin texniki sənədləri və s. mülkiyyət hüququnu təsdiq edən bir sənəd varsa, biz ora qazın verilməsində heç bir problem görmürük. Yəni, gəlin burada bir balaca bir bazar iqtisadiyyatda təbii ki, 22-ci əsrin əstanasındayıq, necə deyərlər, 21-ci əsrin 26-cı ilini yaşayırıq. Belə bir şey eləmək olar ki, bu hüquqi sənədlərdən, yəni çıxarış məsələsini bir qədər ikinci plana atıb, Azərqaz İstehsalat Birliyi, yəni satdığı malın dəyərini alır. Yəni, o sakinlərdə, tutaq ki, çıxarışı olmayan evlərdə yaşayan hər bir sakin, hər bir ailə də o pulu vermək iqtidarındadır. Yetər ki, sən mənə qazı çək və mən sənə aylıq sərfiyatıma uyğun pulumu ödəyəcəm. Yəni, burada hardasa bir hüquqi mexanizmi bir balca dəyişmək lazımdır. Çünki nə qədər sənədsiz ev var? Kifayət qədər. Yəni, sənədləşmə yolunda ilkin addım kimi də qəbul oluna bilər. Yəni, bu prosesdən sonra... Bir amnistiya kimi də hardasa. Daha yaxşı olar. İstənilən halda, yəni bir Azərqaz İstehsalat Birliyi də hardasa bir təklif kimi hökumətə verə bilər ki, yəni çıxarışı olmayan evlərə də bizə imkan verin ki, biz artıq öz məhsulumuzu sata bilək ki, zaten məhsulu satdığınız halda abonent sizə onun qarşılığını ödəyəcək təbii ki. Çünki hansısa formada bu görün nə qədər sənədsiz evlər var. Bəli, həmçinin Azərqazın da dövriyyəsini artıra bilər, əlavə gəlirlər qazanmasına səbəb ola bilər. Yəni istənilən halda bir balaca məsələyə baxmaq lazımdır. Təbii ki, hökumətin qərarı ilə olan bir məsələdir təbii ki. Bəli, davam edir hörmətli tamaşaçılar. Paytaxtın mərkəzində yerləşən binalardan birində sakinlər komfort yox, məhdudiyyətlərlə üz-üzə qaldıqlarını deyirlər. Xətai rayonunda yerləşən çox mərtəbəli yaşayış binasında idarəetmə ilə bağlı narazılıqlar artıq ciddi qarşıdurma mərhələsinə keçib deyərdik. Sakinlərin iddialarına görə liftin və işığın kəsilməsi kimi hallar onların gündəlik həyatını təbii ki, çətinləşdirir. Elə məsələni qeyri-müəyyən eləyən başqa detallar da var. 010-230-40-40 nömrəli qaynar xattımızda daxil olan bu müraciəti əməkdaşımız Nəzrin Vüsal araşdırıb. Gəlin detallarla daha yaxından tanış olaq.
17-ci mərtəbəni ayaqla qalxıb düşürdüm. Ayaqla məni məcbur eləyirdilər ona. Mən 17-ci mərtəbəni ayaqla qalxıb ayaqdan düşürdüm. Bu hansı zəmanədir bu? Hansı insanlığa çıxar bu? Paytaxtın Xətai rayonu Sadıqcan 4A ünvanında yaşayan sakinlər binadakı idarəetmə üsullarından narazıdırlar. Onların sözlərinə görə mənzillər müasir olsa da, tətbiq olunan qayda və müdaxilələr normal yaşayış şəraitini təmin etmir. Əməlli başlı vəziyyət pisdir bu binada. Buranı ya bələdiyyəyə versinlər, ya kiməsə versinlər ki, idarə eləsinlər. Evimizdə rahat yaşaya bilmirik. Hər gün bizi incidirlər, hər dəfə liftimizi kəsirlər, qonşunun işığını kəsiblər. Mən 2-də oluram, düzdür, 2-də oluram. Amma mən də burada illərdir bir növrədən almışam, yaşayırım, bunlar mənə hər gün təzyiq eləyirlər. Baxın, bir dəfə də işıq söndürüblər, qonşunun işığını söndürüblər. Bu aktdır, mən aktlaşdırmışam onu. Energetika Nazirliyindən də var məndə rəsmi məktub. Onlara tapşırılmışdı ki, bir də bu iş təkrar olunsa, siz cərimələnəcəksiniz. 5 gündür mənim qonşum işıqsız qalıb, qadındır. Tək qadını işıqsız qalıb. Nə qədər bu düzgündür? Narazılığın digər səbəbi isə şəffaflıqla bağlıdır. Sakinlər deyirlər ki, yığılan ödənişlərin hara xərcləndiyi ilə bağlı onlara məlumat verilmir. Neçə ildir burada yaşayırıq. İndi bu şey da tanımırıq da kimdir buranı. Deyir heyəti. Mən heyəti tanımıram. Yalanlar deyir, məsələn 2 həftədir qalxızır 60 qəpikdən. İndi deyir 80 qəpikdən. Nəyə görə mən 80 qəpikdən verim? Nə qədər işçisi var, tanımıram. Bu pulu hara gedir, nə qədər pul yığılır, bilinmir hara xaçlar. Nə iş görür? İşığa borcu olmayan vətəndaşların elektrik enerjisindən məhrum edildiyi də bildirilir. Sakinlər bu halları aktlaşdırıb aidiyyatı qurumlara təqdim etsələr də, mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətinin qəbul olunan qərarları icra etmədiyi iddia olunur. Mən 5 gündür ki, işıqsız qalmışam. Mənim evimdə olan xaladelnikdə olan ərzaqlarım hamısı zay olub. Mən məcburiyyətdən onların hamısını atmışam. Yəni belə, yəni vəziyyətim çox çıxılmaz vəziyyətdədir. Deyəndə ki, qazanxanada işçi yoxdur, partlayar, nəsə olar, deyir partlayanda danışarsa, partlayır qopartasın da. Yəni mən əzab nəziyyətlə mənim atam alın təri ilə ev alıb. Mən yəni evsiz küçələrdə heç ara gedəsi yerim yoxdur, qalası. Amma onun bəlkə varıdır. Ona görə ki, onun vecinə də deyir ki, deyir partlayır partlasın. Məsələ ilə bağlı Azəristilik Təchizat Açıq Səhmdar Cəmiyyətinə müraciət etdi. Qurumdan bildirildi ki, qeyd etdiyiniz ünvanda Xətai rayonu Sadıqcan küçəsində sözgedən tikili qazanxana yox, istilik məntəqəsidir və yaxınlıqdakı 3 istilik məntəqəsinə qaydalara uyğun olaraq bir nəzarətçi nəzarət edir. Xüsusən axşam saatlarında, axşam 9-dan səhər 6-ya qədər həmin istilik məntəqələrinin iş rejiminə, prosesinə nəzarətçilər gəlib dövrü olaraq nəzarət edirlər. Və istilik məntəqəsində nasos var, istilik ötürülür. Orada qapının açıq qalması texniki baxımından hər hansısa bir problem deyil. Məsələyə aydınlıq gətirmək üçün MMMC-nin rəhbərliyinə müraciət etsək də, onlar sualları cavablandırmaqdan yayındılar. Teymur bəy, zəhmət olmasa sualımıza cavablandıra bilərsiniz, bir sualımız var idi. Çəkilişdən sonra sakinlər bildirdilər ki, idarə heyəti şikayətçi şəxslərə qarşı təzyiqləri davam etdirərək elektrik enerjisi və liftə çıxışı yenidən məhdudlaşdırıb. Məsələ ilə bağlı Azərişıqdan bildirildi ki, bu kimi hallar qanuna zidd addımlardır və bununla bağlı MMMC tərəfindən bizə öncədən heç bir məlumat verilməyib. Əməkdaşlarımızın həmin binanın içərisində yerləşən sayğaclar qutusuna baxışına belə əngəl yaradılıb. Hüquqşünas Ruslan Vəliyev deyir ki, kommunal borcu olmayan sakinlərin bu xidmətlərdə məhrum edilməsi qanunsuzdur. Belə hallarla rastlaşan vətəndaşlar ilk növbədə polis orqanları müraciət etməlidir, yüzüçü xidmətə müraciət etməlidirlər ki, burada qanunsuzluq baş verir. Burada MTK və yaxud MMC-nin və yaxud digər müəssisənin rəhbərinin öz vəzifələrini aşma və yaxud da ki, vəzifədən sui-istifadə etmə və yaxud da ki, digər qanunsuz əməlləri durur. Hüquqşünas onu da əlavə etdi ki, qanunvericiliyə əsasən bina sakinləri ümumi yığıncaq vasitəsilə idarə heyətini dəyişə və qəbul edilən qərarlara etiraz edə bilərlər. Hazırda isə bina vəziyyəti gərgin olaraq qalır. Məsələ ətrafında yaranan qarşıdurmanın necə həll olunacağını isə zaman göstərəcək. Gül kimi binadır Aysel, təsəvvür edirsiniz. Yəni, hündür, çox mərtəbəli bina, hətta qazanxanası, yəni öz imkanları hesabına yaradılan bir qazanxanadır. Ancaq gəl ki, idarə etməyə bərbaddır. Və burada iki tərəfin də açığı
məsələyə münasibətləri mənim üçün maraqlıdır. Yəni MTK rəhbəri istəyir ki, bina, yəni baxırsan ki, yenə dediyim kimi fasadı falan və s. və axır yerində qazanxana, istilik var. Çünki belə başa düşürəm ki, əhali orada kombidən istifadə eləmir. Çünki niyə? Binanın özünün normal şəkildə qazanxanası var. MTK rəhbərliyi burada istəyir ki, mən sakinlərdən yığdığım ödənişlər əsasında o daha doğrusu qazanxananın aylıq xərclərini və s. illik xərclərini qarşılayın, binanın liftinin işlək vəziyyətdə olub-olmamasını, həyətin abadlaşdırılmasını və s. və ilə axır bunları qarşılayım. Sakinlərdən pul yığır, indi bilmirəm 20-dir, 30-dur, 50-dir, 40-dır, neçə manat, deyək ki 20 manat. Sakinlər bu halda vermirsə, MTK artıq məcbur etmə siyasətinə keçir. Bu artıq başqa bir mövzudur. Sakinlər də burada o 20 manatı vermək istəmirlər və mənə deyirlər ki, bu xidmətlərlə məni təmin edilməsən, liftimi işlətməlisən, qazanxananın evimə istiliyi verməlisən. Burada da sakinlər pulu vermir, bu digər tərəfidir. Ona görə də burada bir ortaq məxrəcə sanki gəlinməlidir deyə düşünürəm. Yəni əslində sakinlər deyir ki, bizim borcumuz yoxdur. Onlar elə düşünürlər borcumuz yoxdur və bu məsələdə bu məsələdə şəffaflıq tələb edirlər. Bu da onların ən ali hüquqlarıdır. Təbii ki, olmalıdır. MTK rəhbəri orada verilişlərimizdə müzakirə eləmişdik ki, həmin o müştərək cəmiyyət deyilən, həmin o mənzil mülkiyyətçiləri müştərək cəmiyyəti həmin bu məsələləri şəffaf şəkildə ortaya qoymalıdır, idarə etmə. Əgər orada nəsə bəyənilmirsə, o da həmin sakinlər tərəfindən müzakirə olunmalıdır. Bu pullar hara gedir, necə hesablanır. Amma yəni bugün siz dediyiniz kimi 21-ci əsrdə lift necə ola bilər ki, təzyiq vasitəsinə çevrilə bilər və yaxud da təhlükəli, potensial təhlükə var qazanxanada. Nəyə sınağa çəkirsən MTK rəhbəri? O da qəribədir. Bu idarəetmədə həqiqətən məsuliyyətsizliyin deyərdim, özbaşınalığın bariz nümunəsidir. Bilmirəm, indi yəni onlar ödənişi ödəmirlər deyə MTK rəhbərliyi bunu edir və onlara bildir. MMC, deyək ki, MTK, yəni mənzil mülkiyyətçiləri müştərək cəmiyyəti. Mən haradasa onu haqq verirəm ki, o da istəyir ki, bina yaxşı vəziyyətdə olsun, uşaq meydançası olsun, uşaqların yerlənəcəyi olsun, oyun meydançası olsun. Bəs niyə bizim müxbirimizə o reaksiya vermədi? Bəli, problem də oradadır. Əgər sən haqlısansa, nəsə bir cavab verməlisən ki, deməlisən ki, tutaq ki, mənim binamda 100 mənzil var, onlardan 50-si verir, 50-sini vermədiyinə görə mən də artıq mövcudluğum sual altında olur və mən işləyə bilmirəm. 50 nəfərin pulu ilə tutaq ki 20 manatdan nə qədər eləyir? 1000 manat pulu eləyir. O 1000 manatı ay ərzində mən yığa bilmirəm insanlardan. Təsəvvür eləyin, sakin emosiyalarını saxlaya bilmir. Ağlaya-ağlaya deyir ki, mən 17-ci mərtəbəyə qalxmağa ona görə də sakinlərə elə bizim buradan... Yaşlı sakin 5 gündür deyir, işıqsız qalıb, tək qadındır. Yəni bu nə dərəcədə ədalətlidir? Səlahiyyətlərini aşma mərhələsidir. Ancaq yenə də deyirəm, iki tərəfində, yəni MMC bizə daha ətraflı danışsaydı, münasibət bildirsəydi, biz bağımsız şəkildə bilə bilərdik ki, hansı tərəf daha haqlıdır. Ona görə də sakinlər ən azı o mənzil mülkiyyətçi müştərək cəmiyyətini, hazırki müştərək cəmiyyəti ləğv edib, məhkəmə yoluna və s. bilmirəm, hansısa bir hüquqi prosedurla bunu ləğv edib, öz aralarında, yəni bina sakinindən bir sədr seçə bilər və öz aralarında bu məsələni dediyim kimi həll eləyə bilərlər. Və onda nə olacaq? Şəffaflıqda olacaq, çünki sən tanıyırsan artıq qonşun kimdir, nəşidir, illərdir bir-birinizi tanıyırsınız. Şəffaflıqda olacaq və o binaya daha çox can yandıracaq, liftiniz daim işləyəcək, deyək ki, elektrik enerjisinin verilməsində heç bir problem olmayacaq və s. və ilə axır, qazanxananız da həmçinin. Bəli, əslində elə bu məsələlərin bu cür ictimailəşdirilməsi, yəqin ki, tək o bina deyil, belə cürbəcür bu tip problemlər yoxsa sakinlər də burada yaxasını çəkəcəklərsə yenə də problem olur. Yəni, ictimai müzakirəyə belə məsələləri çıxarmaq bəzilərinə qanunu xatırladır həqiqətən. Belə Xətai rayonundan yenə bir daha bir məsələni müzakirə edəcəyik. Buyurun. Bəli, Xətai rayonunda bir binanın eyvanı təhlükənin özü kimi elə qalır. Əsl təhlükənin üzü kimi o binada sallaq bir vəziyyətdə tikinti normalarının aşılması, pozulması və s. texniki göstəricilərin pozulması kimi bir hal yaşanıb. Bəli, artıq beton parçalar da qopub yerə tökülmək üzrədir. Bu vəziyyət yalnız mənzil sakinlərini deyil, elə binanın altından keçən uşaqlı ailələri də xüsusilə həyəcan və risk içində qoyur. Zərnişan Məmmədovanın süjetinə gəlin izləyək.
şəhəri Xətai rayonu 5 mərtəbəli yaşayış binaların birində mənzilin eyvanı qəzalı vəziyyətdədir. Eyvan artıq çöküb və istifadəyə yararsızdır. Vətəndaş bildirir ki, eyvanın bu vəziyyətdə olması həm özü üçün, həm də yoldan keçən sakinlər üçün olduqca təhlükə yaradır. Binanın eyvanının bir hissəsinin uçması ərazidən keçən sakinlər üçün ciddi təhlükə mənbəyinə çevrilib. Mənzil sahibi deyir ki, tikilinin köhnə olması və vaxtında təmir edilməməsi vəziyyəti bu həddə çatdırıb. Artıq eyvanın beton örtüyü kütləvi şəkildə qopub və qalan hissələrdə də dərin çatlar müşahidə olunur. Eyni zamanda mənzil sahibi bildirir ki, dəfələrlə aidiyyatı qurumlara müraciət etsə də mövcud vəziyyətlə bağlı heç bir tədbir görülməyib. Keçən ilin may aylarından çatları mən aşkar elədim və bu arada müraciət elədim. Bir tədbir görülmədi və dedilər ki, belə böyük bir çatlar əyilmə yoxdur və 2 aydan sonra belə deyək, bu qəzalı vəziyyət töküldü də balkonumuz, eyvalımız. Bu barədə heç kim bizə nə məlumat verir və heç bir tədbir görsənmir. Burada aşağıda səkidir, piyadalar üçün səkidir, aşağıda qonşular, uşaqlar, ailələr var və özüm evin sakin olduğum sakiniyəm və özümüz bu eyvandan istifadə edemirik, təhlükəlidir. Xətai rayonu icra hakimiyyətindən bildirildi ki, məsələ ilə bağlı müvafiq qurumlara məlumat verilib. Hazırda rəy gözlənilir və cavab verildikdən sonra zəruri tədbirlər görüləcək. Ümid edirik ki, hər hansı bir bədbəxt hadisə baş vermədən o zəruri tədbir görüləcək. Çünki kifayət qədər təhlükəlidir. Hələ ən böyük təhlükə də piyadalardır. Elə onun altından keçən, bəli, birbaşa ictimai təhlükəsizlik məsələsidir. Yəni, yenə də vaxtında reaksiya verilməyən təhlükənin klassik nümunəsidir, deyərdik. Bəli. İcbari tibbi sığorta paketində hansı xidmətlərin sığorta tərəfindən qarşılandığı, hansılarının isə vətəndaşların öz vəsaiti hesabına həyata keçirildiyi barədə müzakirələr ən aktual məsələlərdəndir və bir neçə dəfə də biz də verilişimizdə bu məsələləri qaldırmışıq. Bəli, zərfə daxil olmayan, amma vətəndaşların çox ehtiyac duyduğu xidmətlərdən biri də gəlin etiraf eləyək ki, stomatoloji xidmətlərdir. Həm onkoloji, onlardan biri də stomatoloji. Bəli, bu sayədə xidmət haqqının elə günü-gündən artdığını nəzərə alsaq, yaxın gələcəkdə müəyyən stomatoloji xidmətlərin də icbari tibbi sığorta vasitəsilə qarşılanacağına, yəni ümid eləmək olarmı bu məsələyə? Nəzrin Elxan qızı bu ehtimalları araşdırıb, gəlin baxaq. Son illərdə stomatoloji xidmətlərin keyfiyyəti artsa da, bu xidmətlər bir çox vətəndaş üçün hələ də baha olaraq qalır. Halbuki, bəzi stomatoloji prosedurların icbari tibbi sığorta sisteminə daxil edilməsi həm maliyyə yükünü azalda, həm də xidmətləri daha əlçatan edə bilər. Mən özüm stomatoloji xidmətlərdən o qədər çox yararlanmamışam, amma məlumatım var və düşünürəm ki, hər kəsin qarşılaya bilməyəcəyi bir vəziyyətdədir bugün stomatoloji xidmətlərin qiymətləri. Xüsusilə kifayət qədər baha olan xidmətlər var. Ona görə də bəzi stomatoloji xidmətlərin icbari tibbi sığortaya daxil edilməsi çox gözəl olar, vətəndaşlarına çox xeyirli olar düşünürəm ki. Belə deyim də, bu dəqiqə stomatoloji sahədə hər kəsin cibinə uyğun xidmətlər var. Ucuz da var, baha da var. Təbii ki, keçilsə yaxşı olar. Həm stomatoloji, həm kardioloji, bax bunlar vacib sahələrdir. İcbari tibbi sığorta çox kömək olur insanlara, amma bu sahələr keçilsə daha da yaxşı olar. Ümumiyyətlə çox bahadır, belə deyim də, yəni istər o dərmanlar filan hamısı, istər həkimi, yəni stomatoloji ümumiyyətlə çox bahadır. İnsanların həqiqətən bugünkü gün cibinə uyğun deyil. Bunu tibbi sığortaya keçirilsə çox yaxşı olar, həm insanların cibinə xeyir olar, həm də ki, insanlar yararlana bilər bu xidmətlərdən. Artan xərclər fonunda stomatoloji xidmətlərin qiymətlərindəki artım mütəxəssislər tərəfindən də təsdiqlənir. Stomatoloqlar bildirirlər ki, son dövrlərdə istifadə olunan tibbi ləvazimatların bahalaşması xidmətlərin qiymətinə birbaşa təsir edir. İlkin vəziyyətdən asılı olaraq bir arxa dişin dolğu edilməsi 70-90 manat, bir ön dişin estetik dolğu edilməsi isə 100-140-dır. Endodontik müalicə, yəni sinirlərin çıxarılıb kanalların doldurulması ən müasir üsul ilə hər bir kanal üçün 80-160 manat təşkil edir. Diş çəkilməsinin qiyməti konkret vəziyyətdən asılıdır. Bunun üçün də ancaq müayinə və rentgendən sonra dəqiqləşdirilə bilər. İlkin vəziyyətdən asılı olaraq dişin çəkilməsinin qiyməti 70-260 manat arasında dəyişir. Təəssüflər olsun ki, Azərbaycanda hər hansı bir stomatoloji ləvazimat istehsal olunmur və istifadə etdiyimiz bütün materiallar valyuta ilə xaricdən alınır. Və bu səbəbdən də qiymətlərin artışı qaçınılmazdır.
Bunu nəzərə alaraq bildirməliyəm ki, əslində dövlətin də səhiyyə sistemində bu faktorlara nəzərə alaraq bir diqqət yetirməsi lazımdır. Və təbii ki, pasiyentlər özləri də bunları nəzərə alaraq, qiymət artışını nəzərə alaraq profilaktikaya daha çox diqqət yetirməlidir. Mütəxəssislərin qənaəti və uzun illərin təcrübəsi göstərir ki, Azərbaycanda pasiyentlər stomatoloqa əsasən iki səbəbdən müraciət edir. Ya təcili hallar, ağrı, qanama, iltihab kimi problemlərlə, ya da estetik qüsurların aradan qaldırılması üçün. Estetik müdaxilələr vacib hesab olunsa da, tibbi baxımdan təcili stomatoloji xidmətlər daha prioritetdir. Lakin son dövrlərdə qiymət artımı və dövlət tərəfindən təqdim olunan stomatoloji xidmətlərin məhdudluğu pasiyentlərin həm keyfiyyətli, həm də əlçatan xidmət əldə etməsini çətinləşdirir. İcbari tibbi sığorta xidmətləri çərçivəsində stomatoloji xidmətlərin də əlavə edilməsi əslində çox əhəmiyyətlidir. Dövlət tərəfindən zəruri olan stomatoloji xidmətlər, misal üçün stomatoloji diaqnostika, rengenologiya, dişlərin çəkilməsi, orta və ya səthi kariyesin plomblanması, endodontik müalicə, yəni sinirin çıxarılıb kanalların doldurulması icbari sığorta tərəfindən qarşılansa, həm pasiyentlər üçün çox daha rahat olar, həm də ki, həkimlərin işləməsi daha rahat olar. İcbari tibbi sığorta üzrə Dövlət Agentliyindən bildirilib ki, uşaqların ağız boşluğu sağlamlığının mütəmadi müayinəsi, gigiyenik vərdişlərin aşılanması və maarifləndirici məsləhətlər icbari tibbi sığorta hesabına ödənişsiz həyata keçirilir. Eyni zamanda dövlət tibb müəssisələrində ixtisaslı stomatoloq müayinəsi də sığorta çərçivəsində qarşılanır. Qurumdan o da qeyd olunub ki, hazırda geniş stomatoloji xidmətlərin xidmətlər zərfinə daxil edilməsi nəzərdə tutulmur. Bunun əvəzinə diqqət daha çox digər sahələr üzrə tibbi xidmətlərin genişləndirilməsinə yönəldilib. Bu isə stomatoloji xidmətlərin əlçatanlığı məsələsinin hələ də aktual olaraq qaldığını göstərir. Sizcə olmalıdır Aysel, stomatoloji xidmətlər? Bəli, vaxtı çatıb sadalanan deyə bilərəm. bəzi müəyyən prosedurlar var ki, ümumi müayinədir, müəyyən blomların qoyulmasıdır. Amma əgər burada artıq bahalı blomdan söhbət gedirsə, artıq o... Təbii ki, implant falan yoxdur. Pasiyentin öz seçimidir. Çünki bu məsələdə daha çox estetika var deyə. Estetik prosedurlar, yəni icbari tibbi sığortaya daxil edilə bilməz. Bu bir mənalıdır. Ona görə diş stomatoloji xidmətlərin bu zərfə daxil edilməsində müəyyən qaranlıq məqamlar elə oradan yaranır. Amma elə başqa Avropa ölkələrində də müəyyən bayaq dediyimiz kimi prosedurlar var ki, onlar ola bilər. Məsələn, uşaq Aysel də qeyd elədi elə əməkdaşımız ki, uşağın ağız boşluğunda müayinə olsun və yaxud da müəyyən ümumi il ərzində yoxlanışlar olsun. Bəli, bu kimi hallar hardasa salına bilər. Çünki vaxtı gəlib çatıb. Bəli, çatıb. Məncə də. Yəni ki, diş sağlamlığı elə bir şeydir, zəruri təxirə salınmaz tədbirlər siyahısına daxil deyil də. Yəni, diş elə bir şeydir ki, müəyyən müddətdən sonra da infeksiya verir, infeksiyanın orada müxtəlif şiş verməsi və s. və əlaxır, ondan sonra həyati təhlükə yaradır. Yəni, müəyyən bir dövr ərzində bunun yoxlanışı keçəndə o həyati təhlükə səviyyəsinə gəlib çatmır, gəlin etiraf edək də. Yəni, diş elə bir şeydir ki, yəni, mütləq həkimə getməlisən, yəni bir ağrı kəsici ilə filan, yəni müəyyən formada bunu həll eləmək olur. Yəni bir gün içərisində maksimum həll eləmək olur. Elə aptekdən danışmışkən son vaxtlar apteklərdə həkim resepti olmadan dərmanların əvəzedicilərinin dəyişdirilməsi ilə bağlı şikayətlər də artmaqdadır təbii ki. Bəli, bəzən vətəndaşlara daha ucuz alternativlər təklif olunur. Bəzənsə yazılan preparat ümumiyyətlə başqa dərmanla əvəz edilir. Bu isə cəmiyyətdə ciddi suallar doğurur təbii ki. Bu hal nə dərəcədə qanunidir, nə qədər təhlükəsizdir və məsuliyyət kimə aiddir? Bugün qonağımız var. Qonağımız Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzinin dərman vasitələrinin təqib və izləmə şöbəsinin müdiri Səid Fərzullayevdir. Xoş gəlmişsiniz Səid müəllim studiyamıza. Səid müəllim, belə başa düşdüm ki, A məntəqəsindən B məntəqəsinə kimi dərmanları konkret olaraq siz izləyirsiniz. Yəni onların bütün xüsusiyyətlərini özündə əks etdirmək şərtində təbii ki.
İlk növbədə mən də sizi salamlayıram və bizi televizya qarşısında izləyən tamaşaçılara salamlayıram və təşəkkürümü bildirmək istəyirəm ki, dəvətinizə görə. Bəli, dediyiniz kimi bizim qurumun fəaliyyət istiqamətlərindən biri əlbəttə ki, dərman və tibb vasitələrinin dövriyyəsinin nəzarəti. Onların idxalından son istehlakına qədər bütün bu mərhələ boyu biz onların dövriyyəsinə nəzarət edirik. Həkim resepti olmadan əvəz edici dərmanların təklif olması ilə bağlı şikayətlər də var təbii ki. Bu nə dərəcədə düzdür? Yəni, hər bir əczaçı bunu təklif eləyə bilərmi? Olar mı yəni? Baxın, bugün müzakirə edəcəyimiz mövzu həqiqətən çox aktual və əhəmiyyətlidir bizim cəmiyyətimiz üçün. Çünki bu həm də bizim bu günümüzü deyil, gələcəyimizə birbaşa təsir edən bir məsələdir. Və onu mən qanunverici tərəfdən biraz əsaslandırırım. Sadəcə biraz sadə formada bu çatdırmaya çalışıram ki, əhali üçün daha aydın başa düşülən olsun. Qanunvericilə əsasən təbii ki, həkim resepti tərtib edən zaman orada dərman vasitələrinin təsirləyici maddəsini qeyd etməlidir, onun dozasını qeyd etməlidir və onun dərman formasını qeyd etməlidir və daha sonra onun istifadəsi üzrə təlimatı təbii ki. Burada əmtə nişan adının yazılmasına yol verilmir qanun tərəfindən. Yəni, həkim tərəfindən dərman vasitəsinin əmtə nişan adı yazılmamalıdır reseptə. Yəni, konkret dərmanın adı nəzərdə tutulur? Bəli, yazılmamalıdır, bəli. Müəyyən hallar var ki, hansında ki, buna yol verilir. Bunlardan biri, əgər təsirləyici maddələrin sayı daxilindəki 3 və daha çoxdursa, o zaman əmtə nişan adının yazılmasına icazə verilir və yaxud da bioloji oxşar dərman vasitəsidirsə. Bu, məsəl üçün, bizim peyvəndlərdir, qan faktorlarıdır, bizim böyümə hormonlardır, insulinlərdir, bu kimi preparatlarda əmtə nişan adının yazılmasına icazə verilir qanun tərəfindən. Digər hallarda isə yalnız təsirləyici maddənin yazılması tələb olunur. Onda belə çıxır ki, həkimlər nəyə qədər hamısı səhv yoldur. Resept tərtibi zamanı, əgər resept tərtibi olundu, pasiyent yaxınlaşdı aptek təşkilatına, bu zaman aptekin məsuliyyətidir ki, aptekində o təsirləyici maddəyə, dozaya və dərman formasına malik bütün çeşidi vətəndaşa bildirməlidir, onların qiymətlərini mütləq şəkildə qeyd etməlidir və artıq pasiyent özü öz növbəsində ona hansı dərman alacağını seçir. Yəni, bu şəkildə bu tənzimlənir qanunverici tərəfindən. Çünki elə elektron reseptlərlə də bağlı məsələdə bu məsələ xüsusi vurğulandı ki, orada ancaq tərkib hissəsi yazılacaq və pasiyent özü seçəcək ona uyğun, yəni aptekdə ona təklif olunan dərmanların içində siz dediyiniz kimi. Onda belə çıxır ki, üzr istəyirəm, Aysel, yəni biraz da konkretləşdir. Həkim A dərmanını yazırsa, yazmamalıdır. Mənə yazmalıdır ki, tutaq ki, maqnezium, çink və s. sezium tərkibli bir dərman almalısan. Doğru, təsirləyici maddə adını yazmalıdır. Ağır metalları saydım, yeri gəlmişdir. Onun dozasını yazmalıdır və dərman formasını mütləq qeyd etməlidir. Hansı formada? Tabletdir, kapsuldur. Və o əczaçı o maqnezium, çink və dediyim kimi sezium tərkibli bir dərmanı mənə təklif edir. A, B-dir, C, bunlar var. Bu istehsalçı şirkətin, bu ölkənin bu dərman tanışanlığı var, bu bir ölkənin. O qaydada bu sizə təklif edir və siz artıq büdcənizə uyğun olaraq, pasiyentin büdcəsinə uyğun olaraq dərman vasitəsinin alışı həyata keçirir. Amma bəzən görürsünüz, həkimlər hətta belə deyirlər ki, apteklər onların yazdığı dərmanları görürsünüz, öz başına dəyişir. Bu zaman, yəni onda belə çıxır ki, burada tibbi məsuliyyət yoxdur. Mən belə başa düşdüm. Yəni, nəticə çıxarsaq? Baxın, bu kimi hallar da ola bilər ki, praktikada rast gəlinir, amma bu, yəni qanunla yol verilmir və bizim tərəfimizdən aparılan plan üzrə və plandan kənar yoxlamalar zamanı bu kimi nüanslara da diqqət yetirilir və belə faktlar aşkar edildiyi təqdirdə həmin apteklər barəsində inzibati tənbih növü tətbiq olunur. Bəs vətəndaş necə seçim eləməlidir bahalı və ucuz qiymət arasında? Məncə vətəndaş burada üstünlük verməlidir, yəni də öz maliyyəsinə, öz büdcəsinə və öz büdcəsinə. Yəni dərmanın bahalı olmağı keyfiyyətli deməkdirmi və yaxud da ucuz olmağı keyfiyyətsiz deməkdirmi? Xeyr, bizim ölkədə ixal olunan və ölkəmizdə yerli istehsal olunan bütün dərman vasitələrini hər bir ixal edilmiş partiyasından nümunə götürülərək yoxlanılır, laboratoriyamızda yoxlanılır və ondan artıq nəticələr əsasında ixalına icazə verilir və bu artıq o bir növ göstəricidir ki, həmin bütün ixal edilmiş dərman vasitələri keyfiyyətə uyğundur. Çünki əgər keyfiyyətə uyğun deyilsə, o zaman idxalına imtina verilir və o ölkə ərazisində dövriyə buraxılmır. Aydın, bəs pozuntu aşkarlanda siz apteklərə nəzarət kimi bir funksiyanı yerinə yetirə bilirsinizmi? Bəli. Aptek təşkilatlarına nəzarət bizim mərkəzi səlahiyyətlərindədir. Bizdə əczaçılıq müfəttişi şöbəsi tərəfindən orada yoxlamalar həyata keçirilir. Orada illik plan üzrə yoxlamalar keçirilir və plandan kənar şikayətlər əsasında plandan kənar yoxlamalar da həyata keçirilir. Misal olaraq deyə bilərəm ki, artıq bizim bu ildən artıq yoxlama sayında kəskin bir artım müşahidə olunur. Misal üçün deyim, 2025-ci ildə əgər 200-ə
yaxın aptek yoxlama həyata keçirilibsə, bu il artıq birinci rübdə ilk 3 ay ərzində 400 yaxın aptek yoxlanılıb və bu say artır. Bu deməkdir ki, bizim artıq nəzarətimiz daha da gücləndirilir apteklər üzərində və eyni zamanda məlumat üçün buradan bildirmək istəyirəm ki, həkimlərimiz və əhalimizdən səsləndirəm ki, həkimə getdiyi zaman müalicə üçün mütləq qaydada həkimdən reseptin elektron qayda yazılmasını tələb etsin. Çünki artıq 2024-cü ilin noyabr ayından etibarən Səhiyyə Naziri Kollegiyası tərəfindən kağız resept blanklarının forması artıq qüvvədən düşüb. Yalnız elektron resept forması təsdiq olunub və bu gün təbii ki, bilirsiniz ki, ölkəmizdə hər bir sahədə rəqəmsallaşma potensialı yüksəldiyi kimi bizim səhiyyə sahəsində də biz innovativ texnologiya tətbiqinə başlamışıq və elektron resept sistemi buna misal olaraq gətirə bilərik. 2024-cü ildən tətbiq olunur və eyni zamanda dərman vasitələrinin təqib və izləmə sistemi də o vaxtdan etibarən mərhələ şəkildə tətbiq olunur ölkədə. Buradan əhaliyə səsləmək istəyirəm ki, elektron resept sistemi vasitəsilə biz həmin o nəzarət mexanizmlərimizi daha da gücləndirmişik. Həkimdən tələb eləsinlər ki, elektron resept. Amma gəlin etiraf eləyək ki, bugün kağız reseptdən istifadə edənlər həddindən artıq hələ ki çoxdur. Yəni buna necə nəzarət edilir? Bəli, əfsuslar olsun ki, hal-hazırda praktikada bu kimi hallara biz rast gəlirik və əgər aptek təşkilatında aparılan yoxlama zamanı həmin aptek təşkilat tərəfindən dərman vasitələrinin buraxılışı, təbii ki, resept əsasında buraxılan dərman vasitələrini söhbət edir. Onların buraxılışı kağız reseptlər üzərindən aparılırsa, bu zaman aptek təşkilatına dair tələblərin pozulması kimi həmin aptek barəsində inzibat tədbir görülür və cərimə protokolu tərtib olunur. Bir məsələni də soruşmaq istəyirəm İzzət müəllim. Deməli, biz bu məsələdə həmçinin həkimlərin də fikirlərini öyrənmişik. Yəni, həkimlər də bizə müəyyən formada şikayətlər daxil eləyiblər ki, və bildiriblər. Əslində, bu mövzunu elə həkim müraciəti əsasında biz qoymuşuq. Həkim bildirir ki, məsələn, mən tanıyıram bu pasiyentimi, 15 ildir mən bunu müalicə edirəm, hər bir, necə deyim, bütün bədəninə bələdəm, yəni bütün, yəni hansısa bir formada. Xüsusiyyətləri, yəni bədəndə olan allergik reaksiyaları və s. və farmakoloji xüsusiyyətləri, hansı dərmanlarla təsir eləyə bilər. Bunları tanıyır, amma mənim pasiyentimə əczaçı digər dərmanı verib. Ola bilərmi hansısa bir təsir mexanizmi olsun ki, orada həkimlər qeyd eləsinlər ki, mənim pasiyentimə bu dərmandan başqası verir. Çünki həmin pasiyentdə fəsad Çünki o deyir ki, sən mənim pasiyentimi biraz da geriyə salırsan. Yəni, istisna hallar ola bilərmi ki, yəni həkimin qeydi orada olsun, həkimin hüququ olsun orada demək ki, ancaq bu dərmandan istifadə etmək olar? Başa düşdüm sualınızı. İlk öncə bunu qeyd eləmək istəyirəm ki, həkim üçün bu o qədər də maraqlı olmamalıdır. Həkim üçün maraqlı olan tərəf düzgün diaqnozun təyin edilməsidir və kliniki protokollar əsasən həmin diaqnozda, müalicəsində hansı dərman təsiredici maddələr istifadə olunursa, onun təyin edilməsidir. Artıq o vətəndaş hansı adla onu əldə edəcək, o həkimə biraz maraqlı olmamalıdır o qədər. Amma elektron resept sisteminin əhəmiyyətlərindən biri də elə odur ki, siz əgər təsiredici maddəsi biz orada analoqları qeyd edirik və əgər həkim yazdığı təsiredici maddəyə uyğun nə qədər o tərkibdə dövlət reyestrində və ölkəmizdə idxal olunmuş dərmanlar varsa, əczaçı onu öz kompüterində görür və onları təklif edir. Yəni, orada artıq digər oxşar farmakoloji qrupdan olan bir dərman vasitəsi təklif edə bilmir istəsə də. Bu artıq texnik cəhətdən, sistemin texnik cəhətdən məhdudiyyəti var və yalnız hansı təsiredici maddə yazılıbsa, ona o tərkib malik dərman vasitələri ona təklif olunur. Bəli, az öncə bildirdiyimiz. Qaynar xəttimizə bir müraciət var, Səid müəllim. Vətəndaş həkimə müraciət etdikdə müalicə üçün dərman yazır. Dərmanların qiyməti 90 manat edir. Digər həkim isə yazdığı dərmanın qiyməti 21 manat təşkil edir. Vətəndaşımız soruşur ki, bu nə dərəcədə düzdür? İndividual yanaşmadır. Sadəcə bir məsələ var ki, dərman vasitələrinin qiymət tənzimləməsi bildiyiniz kimi tarif şurası tərəfindən həyata keçirilir. Amma bir də məsələ var ki, resept yazılan zaman mütləq qaydada oradakı yazılan məhsulları araşdırmaq lazımdır. Çünki bəzən biz rast gəlirik ki, reseptlərdə dərman vasitələrindən yanaşı bioloji aktiv qida məhsulları yazılır. Onların qiymətlər kəskin şəkildə bahadır. Və bu zaman əslində vətəndaş da onu nəzarət edə bilər o məsələyə. Çünki onların qutuların üzərində mütləq qaydada dərman vasitəsi deyildir, böyük hərflərlə yazılıbdır. Yəni mütləq qaydada ona fikir bildirirsiniz. Çünki biz müraciətə daxil olur ki, mən bunu almışam, təsir etmir falan. Amma biz baxırıq ki, bu nəticədə bu dərman vasitəsi deyil. Bu sadəcə bioloji aktiv qida məhsuludur. Əlavə kimi. Bəli, bu sadəcə qida rasionunu zənginləşdirmək üçün bioloji aktiv maddələrdən ibarət bir məhsuldur, belə deyək. Sadəcə dozlaşdırılıb və qablaşdırılıb. Yəni onu yazmaqda məqsəd nədir? Yəni deməsə ki, bəlkə də o reseptdə 90 manatlıq resept həqiqətən də 21 manatlıq dərman olub, amma 70 manatlıq bioloji aktiv məhsullar olub ki, o belə qiymət fərqi aranıb. Yəni çünki eyni məhsullarda tarif şurası qiymət elə bil ki, yuxarı həddin təyin edilib ki, biz hər bir dərman vasitəsinin yuxarı həddi nə qədərdir? Ondan baha satıla bilməz. Ondan ucuz satıla bilər.
rəqabət daxilində. Amma ondan baha satıla bilməz. Və düşünürəm ki, o qədər kəskin fərq edə bilməz, yəni hər bir dərman vasitəsi yazılıbsa o reseptdə. Aydındır. Təşəkkür etsəydim, studiyamıza gəlib suallarımızı cavablandırdınız. Elə yeri gəlmişkən bizim bugünkü günümüzün sualı da bu istiqamətdədir. Elə mövzunda bu. Apteklərdə biz tamaşaçı kimi təbii ki, sizdən soruşmaq istəyirik ki, apteklərdə təklif olunan əvəzedici dərmanlara münasibətiniz necədir? Variantlar var, təbii ki, fərq etmir. Həkimlə məsləhətləşirəm, yoxsa heç vaxt almıram? Siz necə? Yəni buna münasibətiniz necədir? Yəni sizin üçün fərq eləmir, həkimlə məsləhətləşirsiniz, yoxsa heç vaxt almarsınız həkimin yazmadığını? Mən dediyim kimi, mən bəlkə də məsləhətləşərəm həkimlə ilk növbədə. Amma yenə dediyim kimi, nəzərə alsaq ki, bizim ölkədə bütün ixal olunan dərman vasitələrinin keyfiyyəti yoxlanılır, o zaman heç fərq etmir. Fərq etməz sizin üçün. Çox sağ olun. Təşəkkür edirik. Bəli, biz davam edirik. Başqa bir xəbərlər. Nazirlər Kabineti yeni tikilən Əhmədbəyli, Füzuli, Şuşa avtomobil yolunun 81.3-cü kilometrlik hissəsinin ödənişli avtomobil yolu kimi müəyyən edilməsinə dair tədbirlər haqqında qərar qəbul edib. Bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb. Bəli, qərara əsasən ödənişli avtomobil yolunun başlanğıc nöqtəsi M6 Hacıqabul Bəhramtəpə avtomobil yolunun 157-ci kilometri, son nöqtəsi Əhmədbəyli, Füzuli, Şuşa avtomobil yolunun, yəni Zəfər yolunun 100,5-ci kilometri müəyyən edilib. Bəli, Azərbaycanda pullu avtomobil yollarının sırasına daha biri də əlavə olundu. Əhmədbəyli, Füzuli, Şuşa avtomobil yoludur. Bəli, davam edirik, hörmətli tamaşaçılar. Bakıda elə gündəlik həyatımızın bir hissəsinə çevrilən tıxacdan yenə danışacaq. Dövlət proqramı qəbul olunub, müxtəlif təkliflər verilir. Onlardan biri də elə dənizin üzərindən körpü çəkilməsi təklifidir. Hər nə qədər mediada bu tez-tez gündəmə gəlsə də, amma reallıqda mümkündürmü belə bir körpü? Həqiqətən tıxacların azaldılması üçün bu effektiv ola bilərmi? Aysel Əliyeva bu məsələni araşdırıb, gəlin baxaq. Çoxdandır müzakirə olunan Bakı buxtası üzərindən belə bir körpü inşa edilir. Təbii ki, bu bir aprel zarafatıdır. Hər nə qədər zarafat kimi təqdim olunsa da, Bakı buxtasından qarşı tərəfə körpü salınması məsələsi mütəmadi olaraq gündəmə gəlir. Maraqlıdır, bu fikir reallığa çevrilə bilərmi? Bura Bakı buxtasıdır. Şəhərin bu nöqtəsindən qarşı tərəfə keçmək üçün biz mütləq şəkildə şəhərin mərkəzindən keçməli, vaxtımızı ucu-bucağı görünməyən tıxacda keçirməliyik. Halbuki dəniz üzərindən müəyyən kilometrlik məsafə bizi qarşı tərəflə ayırır. Bəs görəsən, sahilləri birləşdirəcək körpü layihəsi nə vaxtsa reallığa çevrilib, bizi tıxac əzabından qurtara bilərmi? Sakinlər üçün bu sadəcə infrastruktur deyil, gündəlik itirilən saatların bərpası deməkdir. Dünyanın bir çox megapolislərində dəniz üzərindən keçən körpülər nəqliyyat yükünü minimuma endirir. Dəniz üzərindən yol olarsa, yəni ən azından düşünürəm ki, tıxacda da müəyyən qədər necə izah edeyim, belə maşın az olar, yəni yolda gedib gəlmək daha rahat olar. Həm də saatlarla yolda vaxtımız itməmiş olar, yəni vaxt qazanmış olarıq. Nakliyyatda rahatlıq sağlar. Trafiği rahatlar, bütün geçiş yollarını rahatlıyor. Mesela bizde 3 tane köprü var, bir tane değil. Bir tanesi yetmedi, bir daha yaptık. O da yetmedi, bir daha yaptık. Belli bir yerden mesela mesafeden belli bir yere giderken diyelim ki 2 saat veya 3 saat tutuyor. Ne yapıyorsun? 5 dakika veya 10 dakika içerisinde, 10-15 dakika içerisinde karşıdan karşıya geçmiş oluyorsun bu arada. Yani zaman kazanmış oluyorsun. Vətəndaşların gözləntisi böyük olsa da mütəxəssislər məsələnin görünməyən tərəflərinə diqqət çəkir. Çünki Bakı buxtası təkcə mənzərə deyil, həm də mürəkkəb iqlim şəraitinə malik bir ərazidir. İlk bu mövzu 2011-ci ildə zamanında gündəmə gətirilmişdi və konsesiya variantı da düşünülürdü. Yəni dövlətin kassasına 1 manat pul çıxmadan körpü tikilməli idi və dövlət öhdəlik götürməlidik. Müəyyən sayda avtomobili daim hərəkətin təmin etməli idi, amma orada müəyyən məsələlər ortaya çıxdı. Bu küləkli günlərin sayıdır. Bakının vizit kartı sayılan külək bu möhtəşəm layihənin qarşısında ən böyük texniki maneəyə çevrilir. Ekspertlər bildirir ki, təhlükəsizlik qaydaları layihənin rentabelliyini sual altında qoyur. 20 metr saniyə külək olduğu müddətdə hərəkət dayanmalıdır təhlükəsizlik məqsədi ilə və belə bir reallıq formalaşırdı ki, dövlətin kassasından bir pul çıxmadan körpü tikilir, amma boş körpüyə görə
biz pul ödəməliyik. Ona görə bu layihə öz aktuallığını itirdi. Həmçinin də şəhərin inkişafı tam fərqli istiqamətədir. Yəni bizdə cənub istiqamətində yox, şimal-qərb istiqamətindədir və həm o zamandan, həm də indi də biz görürük ki, əsas axınımız üzü şimal-qərb istiqamətindədir. Beləliklə, Bakı buxtası üzərindən körpü salınması ideyası hələlik yalnız arxivlərdə və şəhər sakinlərinin arzularında qalır. Paytaxtın bugünkü inkişaf planında isə tıxac probleminin həlli körpülərdə alternativ yollarda və ictimai nəqliyyatın təkmilləşdirilməsində görülür. Səncə lazımdır Masi? İdeya cəlbedici görünə bilər. Yəni, əslində sakinlər, vətəndaş nəticə istəyir, amma əslində o mexanizm yerinə yetirilə bilərmi? Məsələ ondan gedir. Yeri gəlmişkən məsələ ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə də sorğu ünvanladı. Qurumdan bildirildi ki, bu məsələ hələ ki gündəmdə deyil. Yəni, hətta gündəmdə deyil. Bəli, gündəmdə deyil. Təbii ki, yenə də deyirəm, bir neçə il bundan öncə, 10-15 il bundan öncə təbii ki, məsələ mediada tez-tez tirajlanırdı. Televiziyalar, süjetlər hazırlanırdı bu barədə. Yəni, bir növ geniş yayılması bir 10-15 il öncə daha aktual idi. İndi məsələ təbii ki, Avtomobil Yolları Agentliyinin də dediyi kimi aktual deyil. Ancaq gəlin bir baxaq ki, bu doğrudan da bizə lazımdır. Xeyr, məncə düşünürəm ki, xeyr, dediyim kimi, bizim kimi küləkli ölkə və s. və ilaxır, bu çətindir. Ekspertin dediyi kimi doğrudur təbii ki. Ancaq gəlin bir baxaq ki, biz dənizdə neft daşları salmış bir ölkəyik və dünyanın 7-ci möcüzəsidir neft daşları. Orada biz şəhər salmışıq. Biz bunu edə bilərik. Yəni, mən deyərdim ki, bu mümkündür Azərbaycanda, Bakıda ələl xüsusda ki. Bakıda mümkündür. Yenə də dediyim ki, biz dünyanın 7-ci möcüzəsini yaratmış bir ölkəyik. Neft daşları salmışıq, orada şəhər salmışıq. Bu körpünü də, necə deyərlər, ata bilərik oradan. Ancaq gəl ki, bu bizə lazımdırmı? Xeyr. Yəni, şəhər, mən deməzdim ki, o dərəcədə, yəni kifayət qədər yüklüdür ki, biz o əraziyə hansısa bir, nə bilim, Azneft meydanından Zığ qəsəbəsinə doğru bir hansısa bir körpü salaq və buradan avtomobillər keçin. Rentabellidirmi? Xeyr. Lazımdırmı? Xeyr. Nə lazımdır? İctimai nəqliyyatı artırmaq, alternativlərimiz var müxtəlif formada. İctimai nəqliyyatı təşviq eləmək, artırmaq, nə bilim, yol infrastrukturunu daha da əlçatan etmək, mikromobillik və s. bu istiqamətdə müəyyən işlər görmək və təbii ki də bu görülür. İkinci növbədə şəhər ətrafına dəmir yol nəqliyyatının infrastrukturunu daha da yaxşılaşdırmaq və bütün bunlarla biz, yəni təbii ki, o neçə milyardlıq bir layihəyə təbii ki, qol qoymağımız bizim haradasa bir qədər rentabelli deyil deyə düşünürəm. Çünki o körpü açılsa, mən əminəm ki, o hansısa bir formada ora giriş də pullu olacaq. Bəli. Körpü arzusu başa düşüləndi. Və nəticədə insanlar deyəcək ki, mən 2 saat elə 8 noyabrdan şeyə gedim, Zığ dairəsinə gedim, nəinki tutaq ki, 2 manat verim, öz avtomobilimlə 5 dəqiqəyə Zığ qəsəbəsinə çatım. Yəni, bu da məsələ var ki, rentabelli olmayacaq və nəticədə o körpü orada sadəcə bir maket kimi, görüntü kimi qalacaq. Düzdür, gözəllik yaradacaq Bakı buxtasına, Xəzərə, Bakının, yəni, alov güllələri və s. o binalara xüsusi bir görüntü qatacaq, şüşəli binalarımıza xüsusi bir görüntü qatacaq liman şəhərinə. Ancaq amma görürsünüz, bəzən görürsünüz ki, həmin o limanı körlayan görüntülər də olur. Çünki bir vaxtlar Xəzərdə yük daşıyan dənizçilərin yol yoldaşı olan gəmilər bugün Bakının Bibi Heybət sahilində sükuta qərq olub deyərdik. Sahildə sıralanan bu köhnə texnikalar hərəkətdən çox deyərdik ki, sual doğurur. Uzun illərdir istifadə olunmayan gəmilərin taleyi, onların dənizə və ətraf mühitə təsiri diqqət mərkəzindədir bugün. Zərnişan Məmmədova elə bu suallarla bizi Bibi Heybət sahilinə aparacaq. Gəlin birgə gedək və baxaq. Bura Bakının Bibi Heybət sahilidir. Bir vaxtlar Xəzərin ən işlə limanlarından biri olan bu ərazi indi sanki bir gəmi qəbirstanlığını xatırladır. Xəzərin bu hissəsində istifadəsiz gəmilərin saxlanılması ənənəsi hələ Sovetlər İttifaqı dövründə qoyulub. O vaxtdan yararsız gəmilər bura gətirilib. Bu gəmilər vaxtilə müxtəlif təyinatlar üzərində istifadə edilib. Yüzlərlə dənizçinin xatirəsini, tonlarla yükü və uzun səyahətləri özündə birləşdirən bu gəmilər artıq illərdir ki, dənizə açılmır. Bir vaxtlar işlək vəziyyətdə olan bu gəmilər artıq uzun müddətdir ki, tərk edilmiş vəziyyətdədir. Bəs gəmilərin bu vəziyyətdə olması şəhərin ekoloji vəziyyətinə nə cür təsir göstərir?
İllərdir dalğaların və duzlu suyun ağuşunda qalan gəmilər tədricən çürüyür. Onların gövdəsindən qopan paslanmış müxtəlif hissələr isə dənizə qərq olur. Bütün bunların ekoloji vəziyyətə necə təsir göstərdiyi isə yaranan ilk suallardandır. Burada olan nə qədər estakadalar var, nə qədər qazma sistemləri var. Onların hamısı burada çürüdükcə şübhəsiz ki, suya zərər verir. Yəni burada qurğuşun verir, civə verir suya, mazutlar axır dənizə. Dənizin çirklənməsi, məsələn, qədim, buranın milyonlarca yaşı olan sakini su itlərinə nə qədər təsir eləyir. Son vaxtlar çox yayılır ki, su itlər qırılır eləyir. Yəni bunlar həm də belə atıqların təsirindəndir. Məsələ ilə bağlı Dövlət Su Ehtiyatları Agentliyinin yanında suların istifadəsinə və mühafizəsinə Dövlət Nəzarət Xidmətindən bildirildi ki, sahil zolağında suyun təmizlik dərəcəsi və mümkün sızmalar mütəmadi yoxlanılır. Bütün bunlarla yanaşı ekoloji risklərin minimumu endirilməsi üçün qabaqlayıcı tədbirlər planlaşdırılır. Tədbirlər planı çərçivəsində sözgedən ərazidəki gəmilərin kənarlaşdırılması planlaşdırılır və həmin gəmilərin çıxarılması zamanı su obyektinə zərərli təsir və risklərin əvvəlcədən müəyyən edilməsi və qarşısının alınması təmin ediləcək. Bundan başqa bildirmək lazımdır ki, suların istifadəsinə və mühafizəsinə Dövlət Nəzarəti Xidmətinin əməkdaşları tərəfindən Xəzər dənizinin sahil boyu ərazisində mütəmadi olaraq monitorinq və nəzarət tədbirləri həyata keçirilir. Su nümunələri götürülərək xidmətin tabeliyində fəaliyyət göstərən mərkəzi laboratoriyada analiz aparılır və analizlərin nəticələrinə əsasən də adekvat tədbirlər həyata keçirilir. Məsələ ilə bağlı Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinə də müraciət etdik. Qurumdan sorğumuza cavab olaraq bildirildi ki, istismar müddətini başa vurmuş və bərpası mümkün olmayan gəmilər mərhələli şəkildə istismardan çıxarılır. İcazələr alındıqdan sonra isə onların utilizasiyasına qərar verilir. Utilizasiya mərhələsində olan gəmilər təhlükəsizlik məqsədi ilə Bibiheybət ərazisində yerləşən xüsusi körpülərdə müvəqqəti saxlanılır və atılmış hesab edilmir. Açıqlamada həmçinin ərazidəki bütün gəmilərin Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinə məxsus olmadığı və proses ekoloji təhlükəsizlik tələbləri nəzərə alınmaqla həyata keçirildiyi vurğulandı. Bəli, amma gəlin etiraf eləyək ki, elə vizual olaraq nə qədər nostaljik, biraz da dramatik görünsə də, amma elə sənaye tullantılarından söhbət gedir. Xeyli dərəcədə ekosistemə də ziyan vurur bu vəziyyət. Xətai rayonu Yusif Səfərov küçəsində hərəkətdə olan nəqliyyat vasitələrinin birində yanğın baş verib. Polis əməkdaşlarının və vətəndaşların operativ müdaxiləsi nəticəsində yanğın qısa müddətdə söndürülərək nəqliyyat vasitəsi yolun hərəkət hissəsindən kənarlaşdırılıb. İndi siz həmin görüntüləri görürsünüz. Sovet istehsalı olan avtomobili səhv eləmirəmsə, Aysel? Bəli, sovet istehsalı olan avtomobildir. Bəli, görünür ki, istismar müddəti yəqin ki, başa çatıb və yaxud da elektrik sistemində hansısa bir nasazlıq baş verib ki, bəli, avtomobilin qabaq hissəsindən tüstülənmə baş verir. Bax, elə polis əməkdaşları da tez müdaxilə edirlər. Yəni, bədbəxt hadisə, heç bir bədbəxt hadisə baş verməyib. Operativ müdaxilə nəticəsində yoldan kənarlaşdırılıb həmin avtomobil. Davam edirik, hörmətli tamaşaçılar. Verilişimiz də ət bazarından danışacaq. Son zamanlar aktivlik demək olar ki, ət bazarında xeyli zəifləyib. Havalar isinir yəqin ondan. Bəli, məhsul olmağına var əslində. Piştaxtalarda məhsul kifayət qədər olsa da, alıcı marağı əvvəlki səviyyədə deyil. Satıcılar satışların azaldığını deyir, alıcılarsa qiymətlərin əl çatan olmadığını hesab edir. Belə vəziyyətdə bazarda tarazlığın pozulduğunu və problemin daha geniş səbəblərlə bağlı olduğunu göstərir bu məsələ. Süjetimiz var, gəlin izləyək, sonra müzakirə edərik. Adətən bayram ərəfəsində canlanan ət piştaxtaları hazırda durğunluq dövrünü yaşayır. Qiymətlərdə müəyyən qədər eniş qeydə alınsa da, bu nə satıcıların satışını artırır, nə də alıcıları razı salır. Qəssablar deyirlər ki, bayramdan sonra satışlarda kəskin azalma müşahidə olunur. Onların sözlərinə görə, əvvəllər gündə bir neçə baş heyvan satıldığı halda hazırda bu rəqəm minimuma enib. Bu da 2 gündür zorla gedir bir heyvan. Zəifdir ki, etmir. Gündə 2 heyvan, 3 heyvan gedirsə, amma indi bir heyvan hamısı qalıb burada, getmir. Bayramda 19 manata mal verdik, 21 manata quzunu verdik. Amma indi yenə 18 manat odur, mal ətidir, 20 manat quzu ətidir. Alıcılar qeyd eləyirlər ki, 17-18 manat ətrafında olan mal əti belə bir çox ailələr üçün gündəlik istehlak məhsulu deyil. Bu isə tələbatın azalmasının əsas səbəblərindən biri kimi göstərilir. 17 manat 50 qəpiyə. Hansını? Mal ətini, 17 manat sümüklü, 17 manat 50 qəpiyə. Bayramda da 17-50 aldım, 18-ə də olubdur.
17-18 manat arası. Bahadır, ancaq neyniyək, almalı yox da. Ət bahadır. Bizim millət üçün ət bahadır. Çünki biz ət yeyən xalqıq. Mütəxəssislər vəziyyətin təkcə mövsümi və ya bayram sonrası durğunluqla bağlı olmadığını bildirirlər. Ekspertlər qeyd edirlər ki, əhalinin sayının artması ilə yanaşı ətə olan tələbat da yüksəlir. Lakin Azərbaycanda heyvandarlıq məhsullarının istehsalında artım əvəzinə azalma tendensiyası müşahidə olunur. Bunun əsas səbəblərindən biri isə örüş sahələrinin azalmasıdır. Azərbaycanda ət, xüsusən də bu qoyun əti və mal ətində biz görürük ki, istehsal azalmağa doğru gedir. Səbəb təbii ki, bu iqlimin dəyişikliyidir. Görürük ki, müvafiq ərazilər azalır, durmadan azalır. Lakin təbii ki, indi sual yarana bilər ki, əslində digər ölkələrdə də var. Biz görürük, son dövrlər Monqolistandan və digər ölkələrdən ət gəlir, ətən bizdən nisbətən ucuzdur. Amma yerli istehlakçılar biz görürük ki, məhz yerli istehsala daha çox üstünlük verirlər. Görünür, paytaxtın ət bazarında həm təklif, həm də tələbat tərəfi gileylənir. Qəssablar alıcı çatışmazlığından, alıcılar isə yüksək qiymətdən şikayətlənir. Beləliklə, ət bazarında müşahidə olunan durğunluq yalnız mövsümi faktorlardan deyil, daha geniş iqtisadi və ekoloji səbəblərdən izah olunur. Bəli, bugün bir çoxumuzun çox da diqqət eləmədiyi, amma əslində hər birimizi birbaşa maraqlandıran bir mövzudan danışacağıq. Heyvanların identifikasiyası və qeydiyyatı məsələsindən. Bəlkə də sual olunur ki, bu nədir və mənə nə aidiyyatı var? Amma əslində çox aidiyyatı var. Çünki süfrəmizə gələn ətin, südün hardan gəldiyini bilmək, onların nə qədər təhlükəsiz olduğunu anlamaq məhz bu sistemdən keçir. Bəs bu sistem necə işləyir? Bundan bağlı qonağımız var studiyada. Qonağımız Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun İdentifikasiya və İzləmə Mərkəzinin rəhbəri Yavər Məmmədovdur. Xoş gəlmisiniz Yavər müəllim. Xoş gəlmisiniz Yavər müəllim. Sağ olun. Gəlin elə bu ifadədən başlayaq ki, heyvanların identifikasiyası və qeydiyyatı nədir və bu proses niyə bu dərəcədə vacibdir? Çox sağ olun, təşəkkür edirəm ki, bizim üçün vaxt ayırmısınız və bizi dinləyən, bizə tamaşa edən bütün seyircilərimizə buradan salamı çatdırıram. Və ictimai televiziyada təşəkkürümü bildirirəm ki, bizə vaxt ayırıblar. Və bəli, bugün bizim gündəmimizi zəbt edən və hamının, xüsusilə kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən sahibkarların və təsərrüfat sahiblərinin dilindən düşməyən bir ifadə var, identifikasiya. Bu identifikasiya anlayışına aydınlıq gətirməmişdən öncə istəyərdim ki, bənzər və bir oxşar modelləri diqqətə çatdırım. Bugün baxdığımız, ətrafımızda gördüyümüz hər bir şeyin bir qeydiyyatı və bir nömrəsi vardır. Anadan olanda uşağa fərdi identifikasiya nömrəsi verilir. Və bu ömürlük də onunla gedir. Bəli, ömürlük də ömrün sonuna kimi. Bu heyvanlarda necə olacaq? İndi ona yavaş-yavaş gəlmək istəyirəm. Əmlak alırıq, daşınmaz əmlak alırıq, qeydiyyata qoyuruq. Dövlət reyestrində. Avtomobil alırıq, dövlət nömrə nişanı alırıq. Ofisdə otururuq, əl vurduğumuz, toxunduğumuz bütün ofis ləvazimatlar, inventarlar qeydiyyata alınır. Hətta avtomobilin özündə bilirsiniz, ban nömrəsi də qeydiyyata alınır. Və son zamanlar mən müşahidə eləmişəm, bizim şəhərdə, şəhərin mərkəzində artıq ağaçlara da inventar nömrəsi, bəli, QR'lar vurulur. İndi sual olmuş. Ətindən qida məhsulu kimi istifadə etdiyimiz və bizim mülkiyyətimizdə olan canlı və kənd təsərrüfatı heyvanlarının nə üçün qeydiyyat nömrəsi yoxdur? Axı onlar da hərəkət eləyir, daşınır, izlənilir və mülkiyyət hüququ vardır insanların onlar üzərində. Və bəli, bu yeni bir ideya deyil, yeni bir anlayış deyil. Tarixən olub, hətta qədim Yunanistandan, Romadan üzü bu tərəfə olub və Sovet dövründə də olub bu. Müasir Azərbaycanda da var. Bizim böyük aqroparklarımız və biz də bu məsələyə artıq uzun illərdir başlamışıq və proses gedir. Və məsələnin mahiyyəti ondan ibarətdir ki, zamanında bu tanınma yalnız mülkiyyət hüququnun tanınması üçün istifadə olunub. Ancaq bu günləri, bəli, məsəl üçün dədə-babadan biz bilirik ki, heyvana qırmızı rəng vururdular üzərinə, nə bilim, cürbəcür, bəli, maraqlı belə bir yanaşmalar tətbiq olunurdu və bu mülkiyyət hüququnun tanınması üçün idi. Ancaq bu günləri artıq inkişaf mərhələsi belə gəlib çatıb ki, biz qəbul etdiyimiz, istehlak etdiyimiz qida məhsulunun, xüsusilə heyvan mənşəli qida məhsullarının mənşəyini öyrənmək, həmin heyvanların xəstəliyinin
olub-olmamağını, sağlam olmasını və istehlak edəcəyimiz qida məhsulunun təhlükəsizliyinin təmin edilməsi baxımından əhəmiyyətini nəzərə alaraq mütləq biz onlara xüsusi tanınma nömrəsi verməliyik, işarələməliyik. Yəni bununla da onun identikləşdirməliyik, yəni eyniləşdirilməsini təmin etməliyik. Və bu əsas məqsədi ondan ibarətdir ki, heyvanın doğulduğu andan etibarən xəstəlikləri, xəstəlik tarixçəsi, onun müayinəsi, müalicəsi, qəbul etdiyi peyvəndlər və daşınması zamanı izlənilməsi, digər təsərrüfatlarla təmasda olması və əlbəttə ki, qeydiyyatdan keçmiş kəsim məntəqələrində kəsilərkən, baytarlıq nəzarətindən keçərkən bunun hansı cəmdəyin xəstə bir ətin aşkarlanmasının hansı heyvana məxsus olmağı müəyyən edilir və bunun üçün də identifikasiya mühüm əhəmiyyətə malikdir. Yəni, bir sözlə, identifikasiya heyvanların diaqnostikası, xəstəliklərin diaqnostikası və profilaktikası baxımından önəmlidir. Baytarlıq nəzarətinin əsasını təşkil edir və baytarlıq nəzarəti baytarlıq tədbirlərinin həyata keçirilməsinə xüsusilə effektiv bir nəzarət mexanizmində əsas mühüm bir faktor kimi istifadə olunur. Yavər müəllim, elə nəzarətdən danışdı. Ümumiyyətlə, bu prosesə nəzarət mexanizmi necə olacaq? Yəni, mərhələlərlə mi olacaq? O örüşdən tutmuş ta mağazalara qədər, marketlərə qədər mi nəzarət olunacaq? Necə olacaq bu proses? Ümumiyyətlə, bunun qanunvericilik tərəfi belədir ki, identifikasiya Azərbaycan Respublikasının qanunvericiliyi ilə tənzimlənir. Məcburi tələbdir və hər bir heyvan mülkiyyətçisinin həm iqtisadi, həm də hüquqi məsuliyyətidir. Alıcı üçün nə olacaq? Mən istehlakçıya marketdə, necə deyəm, qastronomiya şöbəsindən hansısa bir ət məhsulu alacağım. Yəni, bu mənə nə verəcək? Mən bunu siz sadaladıqlarınızı izləyə biləcək, daha doğrusu aydınlaşdıra biləcəm ki, bundan hansı bir məlumatlar ala biləcəm, yoxsa bu sadəcə fermerə lazımdır? Siz mağazadan Təbii ki, sahibkar ən şəffaf olanını seçib. Siz mağazadan ət alanda satıcıya ilk verdiyiniz sual nədir? Ət təzədir. Bir. İkinci sual. Nə zaman kəsilir? Nə zaman kəsilir və hansı bölgədən gətirir? Bu sualları cavabını tapmaq üçün artıq sual verməyəcək. İlkin istehlakdan tutmuş, ta süfrəməyə qədər izlənmənin təmin olunmasının əsasını təşkil edən heyvanın identifikasiya nömrəsidir. Yəni, o izlənmə, o nömrə ilə gəlib, ta bizim piş taxtalarımızda ətin üzərindəki QR koda qədər gəlib çatmalıdır. Və bunun üçün bizim hamımız səfərbər olmalıyıq, heyvanların identifikasiyası işi tamamlanmalıdır və sadəcə olaraq biz prosesin gedişatına nəzarət edib izlənmənin təmin olunmasını nəzarət altında saxlanmalıyıq. Və bununla da istehlakçının hüququ təmin olunur. İstehlakçı əldə etdiyi heyvan mənşəli məhsulların mənşəyi barədə tam dəqiq informasiyanı əldə edir. İstənilən sallaxanadan onda mən qəssabdan bunu tələb edə bilərəm ki, heyvanın o identifikasiyasını mənə təqdim edin. Siz bu günləri istənilən bir ət satışı məntəqəsindən ilk öncə baytarlıq sənədini tələb edə bilərsiniz. Baytarlıq sənədində həmin heyvan haqqında, ət cəmdəyi haqqında məlumat var, onun istehlakı yararlı olmağı haqqında məlumat var və onun üzərində bu ətin hansı dükana, nə vaxt gəlməsi barədə tarixlərdə yazılıb. İndi mən sabahları tutaq ki, ət dükanına gedib öz məhəlləmizdə həmin o identifikasiya sənədini tələb edə bilərəm? Mütləq şəkildə tələb etməlisiniz və bu sizin hüququnuzdur. Bugün elə yavırməm, həm də bu erkən kəsimlə bağlı məsələlər çox müzakirə olunur. Biz cəmiyyət olaraq da erkən kəsimə üstünlük verənlərdənik, belə deyərdik. Quzu əti olsun. Quzu əti olsun, cavan olsun. Belə görürsünüz ki, çox yeni anadan olmuş quzuları görürsünüz. Onu təqdim etmək daha böyük, sanki sahibkarın, həmin o restoran sahibinin daha məharəti kimi qiymətləndirilir deyərdik, nüfuzunu artırır. Amma bu identifikasiya sistemi belə halların qarşısını almağa kömək edəcəkmi? Çox sağ olun, çox maraqlı sualdır. Birinci, gəlin məsələnin mahiyyətinə bir kənardan bir müşahidə edək. Biz Qurban bayramı ərəfəsində, ümumiyyətlə qurban kəsəndə hansı heyvanı kəsirik? 6 aydan yuxarı olan heyvanı. Niyə görə? Çünki bizim dinimiz belə buyurur. Mənəviyyatımız belədir. Yəni, körpə doğulmuş, əti hələ formalaşmamış, qida dəyəri olmayan bir ətin heç kimi bir faydası yoxdur. Və o sadəcə olaraq onun bir nəticəsi ola bilər. Ölkədə heyvan baş sayının kəskin azalması, idxaldan asıllığın təmin olunması. Və bu günləri bizim ənənəvi
təsərrüfatlarımızdan olan qoyunçuluğun inkişafı, eyni zamanda ölkədə xırdabuynuzlu heyvanların baş sayının azalması, damazlıq fondunun azalması səbəbi erkən kəsimdir. Və bilirsiniz, biz artıq kampaniya başlatmışıq və bizim dostlarımız bizə qoşulublar və biz bunu bəyan edirik. Buradan da hər bir insan belə bir ətin istehlakına son deməlidir. Biz istehlaka son desək, bazara təklif olmaz. Yəni bu tələb təklif məsələsidir. Əgər tələb olmasa bazara təklif də olmayacaq. Və biz çalışmalıyıq ki, fermer öz az yaşlı heyvanını kəsmək əvəzinə onu inkişaf yetişdirib, daha baha qiymətə satıb. Burada bir qədər maarifləndirmədən öncə böyük rol oynayır. Çünki biz adətən belə qəbul eləmişik ki, yəni belə bilirik, belə sanırıq ki, təzə quzu əti daha yeməlidir, onun kababı daha yaxşı olur, amma əslində heyvan genofonuna təsir edir. Ola bilər. Qida dəyəri zəifdir əslində belə. Əslində mən sizə bir şey deyim. Bizim burada məni eşidən bizim çox dəyərli kənd təsərrüfatı işçilərimiz var. Onların hamısı bilirlər ki, bu ziyandır və genofonda təsir edir. Birincisi, bu ətin dəyəri yoxdur. Qida dəyəri yoxdur. Yəni, siz necə hesab edirsiniz? Yəni, süddən ayrılmış bir quzu nə qədər dəyərli olur? Bir qədər də vicdan məsələsidir. Çənəsi yerə dəyməyən, ot yeməyən. Bəli, çıxışımın əvvəlində dedim ki, burada həm mənəvi bir məsələ də var da, yəni insanlıq da var. Siz təsəvvür edin ki, indi mart ayıdır. Üzr istəyirəm, aprel ayıdır, mart ayı yekunlaşır. Birinci rübü vermiş. O quzuların doğulan vaxtıdır. Bunun yeyilmə vaxtı yalnız və yalnız payızda ola bilər. Yavrum müəllim, biz daha çox mal-qaradan, yəni quzu ətindən, inək ətindən belə deyək, maldan danışırıq. Bir də var ki, bizdə dəvə əti də var. Daha çox Abşeron yarımadasında da, Novxanı sahillərində bu təklif olunan obyektlərdə. Dəvə əti ümumiyyətlə bizdə kəsilirmi, belə deyək, onların identifikliyi nə dərəcədə təhlil? Yəni, bu qədərmi dəvə bizdə çoxdur? Doğru dəvə əti var bizdə. Ölkəmizdə statistikaya baxsaq, dəvələrin sayı heç 400-ə çatmır. Dövlət Statistika Komitəsinin saytından istənilən şəxs girib sayı baxa bilər. Bu bir. İkincisi, qeyd elədi ki, identifikasiya heyvanı ilkin istehsalından tutmuş kəsimə qədər, kəsimdən sonra ictimai iaşə müəssisələrinə və istehlaka verilməsinə qədər izlənməsini təmin edir. Mən bugün tam əminliklə deyə bilərəm ki, dəvələrin bu cür izlənməsi müşahidə olunur. Və məhz bu səbəbdən də bizim agentliyin əməkdaşları tərəfindən qeyd etdiyiniz ərazilərdə olan ictimai iaşə müəssisələrində monitorinq keçiriblər və ətlərin həqiqətən də dəvə əti olmaması müəyyən edir. Və buradan da üzümlü tamaşaçılar... Belə deyirlər ki, bir qədər şəkər qatırlar adi ətə. Onu deyə bilmərəm. Nə qatırlar o artıq deyil. Onu deyə bilmərəm. Onu deyə bilmərəm. Şəxsən siz də, biz də, mən özüm də zamanında getmişik, oturmuşuq, dəvə adı ilə onu yemişik. Ancaq bu günləri... Monitorinqlərin nəticəsi necə olur? Bəli, monitorinq nəticəsi onu göstərir ki, belə bir mənalı şəkildə belə bir ətin istehlakı yoxdur. Və son olaraq ümumiyyətlə heyvan sahiblərinə hansı çağırış edərdiniz? Ümumiyyətlə, mən bir dəqiqə vaxtınızı alıb məsələni qeyd eləmək istəyirəm. Birinci identifikasiyanın ən mühüm əhəmiyyəti heyvan xəstəliklərinin yayılmasının qarşısını almaqdır. Məqsəd ondan ibarətdir. Qida təhlükəsizliyi zəncirinin fermadan süfrəyə konsepsiyasının qorunması, qida məhsullarının keyfiyyəti və təhlükəsizliyinə təminatın verilməsidir. Ümumiyyətlə, ölkənin ərzaq təhlükəsizliyinin təmin olunmasında heyvanların baş sayının, dəqiq çotunun reyestrinin aparılması bu günləri bizə imkan verə bilər ki, biz hesablaya bilərik ki, nə qədər bizim ət fondumuz, belə deyək, heyvan fondumuz var və nə qədər biz ondan ət istehsal eləyə bilərik və əhalini nə qədər təmin eləyə bilərik. Və əlbəttə ki, heyvanlar oğurlanarkən mülkiyyət hüququnun tanınması və eyni zamanda kənd təsərrüfatına dövlət dəstəyi nəticəsində verilən subsidiyaların və aqrar sığortaların tamamilə doğrudur və sizin sualınıza cavab olaraq sonda üzümü tamaşaçılara tutulub sizə deyə bilərəm ki, verilişinizin də adına uyğun olaraq biz deyə bilərik ki, nədən xəbərimiz var? Xəbərimiz ondan var ki, bir,
İdentifikasiya heyvan sağlamlığı və rifahının qorunmasını təmin edir, baytarlıq nəzarətini gücləndirir, qida təhlükəsizliyini təmin edir, hüquqi və iqtisadi məsuliyyəti dəqiqləşdirir və ölkədə təsərrüfatın inkişafına böyük təkan və dəstək verir. Çox sağ olun. Təşəkkür ederiz. Bu gözəl sonluqla təşəkkür ederiz. Studiyamıza gəlib suallarımızı cavab verdiniz. Bəli, biz davam edirik, hörmətli tamaşaçılar. Qaynar xəttimizə daha bir ünvanlanan, daha bir müraciətdən danışacağıq. Suraxanı qəsəbəsində uzun illərdir ki, kanalizasiya problemi sakinləri bezara gətirib. Bəli, üstəlik son günlərdə məlum məsələdə yağan intensiv yağış onların problemini 2 qat artırıb. Əlaqədar qurumlar da hələ ki söz verməklə kifayətləniblər. Ayşə Rızayeva sakinlərin problemini işıqlandırıb. Gəlin onun süjetinə baxaq. Yeni Suraxanı qəsəbəsinin Zərdabi küçəsində yaşayan sakinlər uzun müddətdir davam edən kanalizasiya problemindən şikayətçidirlər. Onların sözlərinə görə dəfələrlə aidiyyatı qurumlara müraciət edilsə də problem tam həllini tapmayıb və vəziyyət getdikcə daha da pisləşir. Dəfələrlə qaynar xəttə zəng vurmuşam, onlarla danışmışam ki, gəlsinlər kanalizasiyaları təmizləsinlər, düzəltsinlər. Gəlirlər, baxırlar, hə düzəldərik. 3 metrə dəmirlə salırlar, fırladırlar, deyirlər ki, tutulub, açılmır, çıxıb gedirlər. Dəfələrlə bu olub. Vəziyyətimiz bax bu elədir, xahiş edirəm. Bizə kömək eləyin ki, bu kanalizasiyanı ya torbanı dəyişdirin, ya təmizləsinlər ki, biz də rahat yaşayaq da. Padval gördünüzlər, nə vəziyyətdir. Ağzına qədər su dolu. Yəni evdə iydən dayanmaq olmur. Bütün evdədir. Ağacı qanadın əlindən dayanmaq olmur. Nə dərman yandırıram. Uşaq var, yaşlı var, böyüklər var. Torba da alıblar, amma gəlib dəyişmirlər. Bir ildə deyə qalmışıq. Nə qədər demək olar. Yəni baxmırlar. Hər yerə şikayət edirik, baxmırlar. Şikayətçilər bildirirlər ki, dəfələrlə qaynar xəttə zəng edərək məsələ ilə bağlı məlumat versələr də, görülən tədbirlər yalnız müvəqqəti xarakter daşıyır. Sentyabrın 15-də 2025-ci ildə getmişəm Azərsuya. Ərizə yazmışam. Mənə deyiblər ki, xanım gözlə, 5 ay gözləməlisən. Yanvar ayında mənə agentlikdən zəng gəldi ki, bəs sizdə torba alınıb 33 metrə. 2 dəfə agentlikdən mənə zəng gəlib. Heç kəs baxmır, kimə zəng eləyirəm, deyir ki, sizin müraciətiniz yönəlildi. 1 ili keçib, hələ bu 33 metrə torba gəlib, bura düzüb qoşan adam yoxdur. Məsələ ilə bağlı İri şəhərlərin Birləşmiş Su Təchizatı xidmətinə müraciət etdik. Bildirildi ki, sözügedən ünvanda bəzi yaşayış evləri tullantı su şəbəkəsinin üzərində inşa edilib. Eyni zamanda daşmaya məruz qalan tullantı su quyusu fərdi həyətyanı sahənin içərisində daxil edilib. Mövcud vəziyyət isə bərpa tədbirlərinin görülməsini xeyli çətinləşdirir. O da qeyd olundu ki, problemlə bağlı Suraxanı rayon Su Kanal İdarəsinə məlumat verilib. Ünvana baxış keçiriləcək. Mümkün şərtlər daxilində müvafiq işlər görüləcək. Bəli, hörmətli tamaşaçılar, elə sizin də bu kimi məsələlərlə bağlı hansısa bir probleminiz varsa bizə ünvanlaya bilərsiniz. Qaynar xəttimizi 010-230-40-40-dır qaynar xəttimiz. Belə ötən gündə qaynar xəttimizə daxil olan şikayət əsasında Nərimanov rayonu Keçilə Yük Stansiyası küçəsində kanalizasiya problemi ilə bağlı süjet vermişdi. Yaşayış binasının zirzəmisinə çirkab sular dolmuşdu. Məsələ ilə bağlı İri şəhərlərin Birləşmiş Su Təchizatı xidmətindən xəbərimiz vara məlumat daxil olub. Bildirilir ki, intensiv yağışlardan sonra Nərimanov rayonu Keçilə Yük Stansiyası küçəsinə yığılan yağış suları rayon Su Kanal İdarəsinin briqadası tərəfindən ərazidən kənarlaşdırılaraq kollektorlar vasitəsilə təmizlənilib və problem artıq öz həllini tapıb. Bəli, əvvəl və sonraki kadrlarda gördünüz, artıq problem həllini tapıb. Keçilə Yük Stansiyası tərəfdəki, bax, küçəsindəki daha doğrusu kanalizasiya problemi ilə bağlı sujetdən yaranan mənzərənin bu hazırda əks görüntüsüdür ki, bu günləri İri şəhərlərin Birləşmiş Su Təchizatı xidməti problemin artıq aradan qaldırdığı ilə bağlı video materialı deyərdik ki, bizə göndərir. Elə biz də özümüzə borc bilirik. Yenidən öz qaynar xəttimizin nömrəsini sizə xatırladaq. 010-230-40-40 nömrəli qaynar xəttimizə elə ekranda, küncdə görürsünüz. Həmin QR kod vasitəsindən birbaşa müraciət eləyə bilərsiniz. İsmarış bölməsinə keçilir. Tez bir zamanda inanın ki, sizin müraciətləriniz
məsələniz işıqlandırılacaq və ümid eləyək ki, nəticə də göz qabağında olacaq. Bəli, həmin nömrəni WhatsApp və Telegram ünvanlarına da yaza bilərsiniz. Həmçinin biz bildirək ki, bizim YouTube səhifəmiz də var. YouTube səhifəmizdən bizi həm ənənəvi televiziyadan, həmçinin də YouTube səhifəmizdən izləyə bilərsiniz. İctimai televiziyanın mobil əlavəsi olan İctimai TV mobildən də qaçırdığınız verilişləri, həmçinin elə bizim verilişimizi də oradan izləyə bilərsiniz. Hər verilişdə təbii ki, sizə sual ünvanırıq. Həmin bu QR koddan, ekranda gördüyünüz QR koddan istifadə etməklə YouTube üzərindən səs vermədə iştirak eləyə bilərsiniz. Günün sualına reaksiyanızı verə bilərsiniz. Günün sualını da tez bir zamanda xatırladıq. Çünki verilişimizin sonuna artıq sayılı dəqiqələr qalıb. Apteklərdə təklif olunan əvəz edici dərmanlara münasibətiniz necədir? Bizə də maraqlıdır. Fərq eləmir deyənlər ilk cavabı, həkimlə məsləhətləşənlər ikincini, heç vaxt almıram deyənlər isə üçüncü cavabı seçərək səs vermədə aktiv iştirak edə bilər. Bəli, sahibsiz itlərdən danışacağıq. Yəni, sahibsiz itlərin hücumları ilə bağlı xəbərləri onsuz da tez-tez gündəmə gətirir. Çünki belə hadisələr tez-tez baş verir. Bu dəfə də bir tələbə qız belə bir hücuma məruz qalıb. Aidiyyatı qurumlar məsələni öz imkanları çərçivəsində həll eləməyə çalışsa da problem hələ də qalmaqdadır. Uşaqlar dərsə gedə bilmir, sakinlər gecə küçədə gəzə bilmirlər deyirlər. Bəs dörd ayaqlı dostlarımızın belə aqressiyasına səbəb nədir? Zərnişan Məmmədovanın növbəti süjetini izləyək. Son kadrlarda gördüyümüz mənzərə məsələni yenidən aktuallaşdırır. Belə ki, Bakı universitetlərinin birində tələbə qıza sahibsiz itlər hücum edib. Və təəssüflər olsun ki, bu nə ilkdir, nə də son. Paytaxtın müxtəlif ərazilərində küçük itlərinin hücumu hələ də aktualdır. Məsələ nə qədər müzakirə olunsa da, gündəmə gətirilsə də, görünən odur ki, problem hələ də həllini tapmayıb. Bəs bu küçük itlərinin əsas aqressiyasının səbəbi nədir? Onların təbiəti, yoxsa nəzarətsiz və ac qalmaları? Sakinlərin sözlərinə görə də artıq küçəyə çıxmaq bir növ həyecanlı idmana çevrilib. Problem həll olunmadıqca həm heyvanlar əziyyət çəkir, həm də insanlar təhlükə ilə üz-üzə qalırlar. Belə görsən, qaçışırlar belə hamısı. Adam dəyə olur, uşaq da yanımızda. Çoxdur, həddindən artıq çoxdur. Onları bir tədbir görmək lazımdır. Belə olmaz axı. Neçə dənə uşaqlara cumub eləyib. Bəli xanım, bu itlərə görə nə uşaqları bayra çıxa bilirik, nə özümüz çıxa bilirik. Axşam oldu, demək olar ki, evdən bayra çıxa bilmirik. O itlər də parkda sürünləndi, küçələri sürünləndi. Küçə itlərinin əlindən uşaqları görürsünüz ki, özümüz aparıb, özümüz gətiririk. Əlbəttə ki, buna bir çarə qılmaq lazımdır. Yoxsa belə çox pisdir, bərbad haldadır. Bir dəfə mənim nəvəmi dişləyib it. O da apardıq, iynə, dərman, hər şey elətdik. Yenə də qorxuludur, çox qorxuludur. Baytarlar isə bildirir ki, itlərin aqressiyasının əsas səbəbi ac qalmaları, xəstəliklər və ya ərazini qoruma instinktidir. Küçə heyvanlarının insanlara qarşı aqressivləşməsinin səbəbləri çoxdur. Ən əsas məsələ qida və yer təminatsızlığıdır. İkinci səbəb isə insanların onlara göstərdiyi davranışlar onların daha da aqressiv olmasını gətirib çıxarır. Üçüncüsü isə toplu sürü halda olduqda özlərini daha çox güvəndə hiss edirlər və həmin zaman insanlara hər hansısa bir ovlanma və yaxud instinkt olaraq cuma reaksiyaları verirlər. Beləliklə, ortaq qənaət belədir ki, problemin həlli üçün həm sahibsiz heyvanların nəzarətə götürülməsi, həm də cəmiyyətin onlara yanaşmasının dəyişməsi vacibdir. Məsələ yalnız bir tərəfin deyil, həm insanların təhlükəsizliyi, həm də heyvanların qorunması baxımından kompleks yanaşma tələb edir. Bəli, hörmətli tamaşaçılar, məsələ ilə bağlı elə aidiyyatı quruma müraciət ünvanlamışıq. Təbii ki, müraciətə cavab gəldiyi təqdirdə biz onu səsləndirəcəyik, buradan sizin diqqətinizə çatdıracağıq. Bəli, belə deyərdik ki, küçədə gördüyümüz hər sahibsiz heyvan elə həm də vaxtında görülməyən qərarların nəticəsidir. Necə düşünürsünüz bu barədə? Bəli, deyərdim ki, yenə deyirəm, siz az öncə təqdimatda da vurğuladınız ki, Aysel, yəni aidiyyatı dövlət qurumları və yaxud da qurumlar hansısa bir formada buna bir əlac tapsalar da, amma problem hələ də qalmaqda. Ya biz
demək o dörd ayaqlı dostlarımızla yaşamaq məcburiyyətindədir və onlarla yaşamağın hansısa bir yolunu tapmalıyıq və yaxud da məsələni bir köklü şəkildə həll eləmək. Düzdür, bəzi heyvan məntəqələri var, xüsusən də sahibsiz itlər məntəqələri var. Şəhər ətrafı, kənarda, ərazilərdə də Balaxanın qəsəbəsində də səhv eləmirəmsə biri. Orada yəni həmin o sahibsiz heyvanlara bir sahiblik göstərirlər, sahib çıxırlar. Sahiblənirlər. Bəli, sahiblənirlər. Yəni əslində dünya ölkələrinin də maraqlı təcrübələri var. Məsələn, belə təcrübələr göstərir ki, bu itlərin kütləvi şəkildə yığışdırılması heç də problemin həlli demək deyil. Çünki yenidən onu hansısa başqa forma, məsələn, Niderland kimi ölkədə artıq küçə problemi demək olar ki, yoxdur, küçə itləri problemi yoxdur. Ona görə ki, burada qeydiyyat var, ev heyvanlarının qeydiyyatı var, həm də kütləvi sterilizasiya var. Elə Türkiyədə də kütləvi sterilizasiya var. Məsələn, qidalanma məntəqələri var müəyyən. Kütləvi sterilizasiya həm də elə bilirsiniz də həmin itlərin qulaqlarına müəyyən birkalar birləşdirilir və həmin birkaları da görəndə, yəni insan da istər-istəməz o qorxu azalır. Amma görüntülərdən də gördünüz ki, həmin o tələbə necə həyəcan, təşviş içində ora-bura qaçır. Həqiqətən o vəziyyətə düşmək ömürlük travma sayıla bilər. Təbii ki, itlərə qarşı onda da agresiya yanacaq və s. və axır onunla artıq qaranlıq bir küçədən və yaxud da itlər olan bir küçədən keçəndə o yolunu dəyişmək məcburiyyətində qalacaq. Bu da onun həyat tərzinə təbii ki, təsir edir, hansı bir işinin axsamasına səbəb olur və s. və axır. Çünki qidalanma da olmadığında, nəzarət olmayanda həmin itdə aqressiv olur. O itlərin gözündə artıq biz o kadrlarda görürük. Bəli, küçə itlərdə münasibət bir mənalı deyil. Bəzi adamlar görürsünüz, normal qarşılayır, bəziləri çox aqressiv yanaşır. Ümid eləyək ki, yemlə onu və s. kimi bu ifadəli işlədilər. Amma təbii ki, onlar da biz planetin bir parçasıdır, onlar da bir canlıdır. Onlara da biz qayğı göstərməli, ələlxüsus da ki, onlara biz dörd ayaqlı dostlarımız deyil. Düşmən kimi yox, idarə olunmalı, varlıq canlı kimi görmək lazımdır. Hörmətli tamaşaçılar, bizim bugünlük sizə çatdıracağımız bunlardan ibarət idi. Yavaş-yavaş günün sualının artıq nəticələrini də elan etməyin vaxtıdır. Apteklərdə təklif olunan əvəzedici dərmanlara münasibətiniz necədir sizdən soruşurduq. Artıq cavablar var. Bəli, cavablara görə fərq eləmir deyənlər 40% təşkil edib, hörmətli tamaşaçılar. Həkimlə məsləhətləşər 30%. Heç vaxt almıram deyənlər isə yenə də 30% təşkil edib. Demək olar ki, cavablar bir-birinə çox yaxındır. Yəni bu sualı gündəmə gətirməkdə məqsədimiz o idi ki, görək cəmiyyətin sağlamlıqla bağlı qərarlarına nə qədər diqqətli, məlumatlıdırlar, nə qədər ehtiyatlı davranırlar bu məsələdə. Yəni onların inam səviyyəsini ölçmək istədik. Bəli, elə az öncə verilişimizdə də qonağımızda Səhiyyə Nazirinin Analitik Ekspertiza Mərkəzinin nümayəndəsi də bildirdi ki, yəni həkimlər sadəcə burada farmakoloji xüsusiyyətləri, yəni təsir edici... Ancaq tərkib hissəni yaza bilərlər. Bəli, onlar yaza bilərlər və A, B, C adlı dərmanı isə əczaçı təklif eləməlidir. Təbii ki, bu da qiymətə uyğun və s. və axır burada meyarlar var. Bəli, bugünlük bizə ayrılan vaxt sona çatdı, hörmətli tamaşaçılar. Bəli, studiyada Aysel Məmmədli və mən Aydın İsmailov idi. Gələn həftəyə qədər. Sağ olun, salamat qalın.